Salam əziz şagirdlər, bugün yeni bir bölməni, yəni funksiyalar və qrafiklər başlığının 4-cü bölməsini sizinlə çəkəcəm. Tək və cüt funksiyalar, artan və azalan funksiyalar və dövrü funksiyalar haqqında danışacağıq. Qeyd dəftəriniz yanınızda olsun. Mən qaydaları dedikcə qaydaları qayda dəftərinə, tapşırıqları da tapşırıq dəftərinə yazın ki, daha yaxşı öyrənə biləsiniz. Birinci sualla başlayırıq. Birinci sualda deyir ki, bütün ədəd oxunda azalan f(x) funksiyasının qiymətlərindən hansı ən kiçikdir? Uşaqlar, azalan funksiya deyirsə, məsələn, azalan funksiyada nədir? Əgər x1 x2-dən böyükdürsə, funksiyanın x1 nöqtəsində aldığı qiymət x2 nöqtəsində aldığı qiymətdən kiçik olacaq. Bu nə deməkdir? Funksiyanın x-ləri artdıqca öz qiymətləri azalır və yaxud x-lər azaldıqca funksiyanın qiyməti artır. Tərs asılılıq kimi düşünə bilərsiniz bir növ. Deməli, bizdən ən kiçiyini soruşursa, bu azalan funksiya olduğu üçün azalanda tərsinə götürəcəksiniz. Sizdən ən kiçik qiymət soruşsa, deməli onun x-ləri ən böyük olmalıdır. Bizdə də ədədlərin içində ən böyük hansıdır? B variantı. Deməli, nə yadımızda saxlayırıq? Azalan funksiyada x-in qiymətləri artdıqca f(x)in qiyməti azalır. Deməli, ikincidə deyir ki, artan funksiya olsun. Artan funksiyada isə x-in qiymətləri artdıqca y-in qiymətləri də artır. Məsələn, x1 x2-dən kiçik olanda funksiyanın x1-dəki qiyməti də elə x2-dəki qiymətindən kiçik olacaq. Yəni, get-gedə x-lər artırsa, funksiyanın ona uyğun olaraq qiymətləri də, f(x)ləri də artacaq. Biri artanda o biri də artmalıdır. Deməli, bizdə funksiyada, artan funksiyada ən böyük qiyməti soruşur. Funksiya artan olduğu üçün elə böyüyə də böyük uyğun gələcək. Ən böyük qiyməti soruşduğu üçün biz yenə ən böyüyünü götürəcəyik. Cavab Y variantı. Üçüncü, funksiyalardan hansı azalan funksiyadır? Deməli, bunlar hamısı xətti funksiyalardır. Y bərabərdir kx üstəgəl b şəklində funksiyalar keçmişik. K əgər müsbət olarsa, funksiya artan funksiyadır. Olarsa artan. Yadınızda saxlayın. K kiçikdir 0 olarsa, funksiya azalandır. Bunu qayda dəftərinə yazın, götürün. Əgər kim bilmirsə, yəqin ki, xətti funksiyalar biz birinci bölmədə işləmişdik. Yəqin oradan bilənləriniz var, kim diqqətlə qulaq asıbdırsa. Bilməyənlər də yazsın, götürsün. Deməli, azalanı bizdən soruşur. Azalan funksiyada x-in əmsalı mənfi ədəd olmalıdır. X-in əmsalı mənfi ədəd D variantında da funksiya azalacaq. 4-ə baxaq. Funksiya hansında azalandır? Yenə qaydamız eynidir. Azalan funksiya olması üçün x-in əmsalında dayanan ədəd mənfi ədəd olmalıdır. 4-cü D variantı olacaq uşaqlar. 5-ci sualda isə funksiya nə tək nə cütdür bundan danışılır uşaqlar. Əgər bir funksiya tək funksiyadırsa f mənfi x-də aldığı qiymət f(x)də aldığı qiymətin əksi olacaq. Cüt funksiyadırsa mənfi x-də aldığı qiymət f(x)dən eyni olacaq. Bax, bu təkliyi bildirir, bu cütlüyü. Bunların heç biri ödənmirsə, funksiya nə təkdir, nə cüt. Məsələn, f mənfi x, f(x) deyəndə nə nəzərdə tutulur? Bir dəfə f1-i yoxlayın, bir dəfə də f mənfi 1-i məsəl üçün. Əgər qiymətləri eyni alırsa, 1 ola bilər, bu 2 ola bilər, fərqi yoxdur da ədədlərin. Gəlin biz lap 2 qoyaq. Heç bir fərqi yoxdur. Buradakı bəzi ifadələri sıfıra çevirəcək deyə mən 1 yazmadım. Məsələn, 1, 2 qoyun, bir də mənfi 2 qoyun yerini hesablayın. İndi məsələn, A variantına baxıram. Y bərabərdir, y f(x) deməkdir. F(x) bərabərdir, x yazıb. F 2'ye bərabərdir. F mənfi 2 elə mənfi 2'ye bərabər. Görürsünüz, əks ədədləri alırsınız. Əks ədədləri alırsa, deməli bu tək funksiyadır. B variantına baxırıq. F(x) bərabərdir. Kök altında x kvadratı çıxılsın 1. Təbii ki, f mənfi x qoyub da yaza bilərsiniz. Mən sizin üçün rahat olsun deyə f2, f mənfi 2 ilə yoxlayacağım. Ürəyiniz istəyən ədəddən yoxlaya bilərsiniz. Rahat başa düşün deyə ədəd verdim. X-in yerinə 2 yazanda 2'nin kvadratından 1 çıx, kökdə 3.
kökdə 3. Burada da yenə mənfi 2 yazanda mənfi 2-nin kvadratından 1 çıx. Bu eləyəcək kökdə 3 yenə. Deməli, bunlar ikisi də eyni ədədlər alındı. Eyni ədədlər alırsınızsa bu cüt funksiyadır. Əks ədədlər alırsınızsa tək, eyni ədədlər alırsınızsa cüt. C variantına baxaq. Fx bərabərdir x vurulsun modulda x. F2-yə baxaq. F2 2 vurulsun modulda 2. Yəni cavab 4 olacaq. F mənfi 2-ni hesablasaz 2 vurulsun modulda mənfi, daha doğrusu mənfi 2 vurulsun. X-in yerinə mənfi 2 yazırıq hər yerdə. Vur modulda mənfi 2. O da bərabər olacaq mənfi 2-nin modulu 2. Qarşıdakı mənfi 2-yə vuranda mənfi 4. 4 mənfi 4. Görsünüz əks ədədləri aldınız. Əks ədədləri alırsınızsa funksiya təkdir. D variantı olacaq uşaqlar nə tək nə cüt. Fx bərabərdir x çıxılsın 1-in kvadratı. Baxın, məsəl üçün f2-ni hesablayın, bir də f mənfi 2-ni hesablayın. 2-ni yazanda yerinə 2 çıx 1-in kvadratı 1. Bir də mənfi 2-ni yazanda eləyəcək 9. Görürsünüz, bir-birinin eynisi deyil, ona görə cüt deyil. Bir digərinin əksi deyil, tək deyil. Nə əks var burada, nə də eynlik, ona görə nə tək, nə cüt. Nə tək, nə cüt. Ədəd qoymadan bunu necə araşdırarsınız? Deməli, cavab D variantı olacaq uşaqlar. Ədəd qoymadan buna çox hədli şəklində verilən funksiya deyirlər də x çıx 1-in kvadratı. Bunu açanda belə olur. X kvadratı çıx 2x üstəgəl 1. Dərəcəsi cüt olanlar bu funksiyanın cütlüyünü bildirir. Bax, x kvadratı olan hissə cütdür. Bu x olan hissə təkliyi bildirir. Bu hissə tək funksiyadır. Sərbəst hədd yanında x 0 olduğunu düşünün. X üstü 0. Çünki x üstü 0 1-ə bərabərdir də. 0-da cüt ədəd sayıldığı üçün bu hissə də cütlüyü bildirir. İndi əgər bir funksiyanın tərkibində həm cüt, həm tək varsa, siz ona deyirsiniz nə tək, nə cüt funksiya. Yəni, nə ondan deyil, nə də bundan. Nə tək, nə cüt. Cüt funksiya olması üçün onun tərkibi bütün cütlərdən ibarət olmalıdır. Tək olması üçün funksiyanın tərkibi bütün təklərdən ibarət olmalıdır. Belə keçək 6-cı funksiyaya. Hansı tək funksiyadır? A variantını araşdıraq. Fx bərabərdir x kvadratı. Ədəd qoymayıb, dəyişən də qoya bilərsiniz uşaqlar. Elə mənfi x-lə də hesablaya bilərsiniz, amma ədədlə rahat hesablayırıq deyə mən ədədlər yazacağım. 2-nin kvadratı 4. Mənfi 2 yazsanız yerinə kvadratı yenə 4. Görürsünüz, eyni alırsınız. Eyni alırsınızsa bu cüt funksiyanı bildirir. Həm də kvadratı var. X kvadratı varsa cütdür. Fx bərabərdir x kubu üstəgəl 1. Deməli, bunun x-in kubu var, təkdir. Sərbəst hədd cütlüyü bildirir, yadımızda saxlayaq. Funksiyanın tərkibində həm cüt, həm tək varsa, o nə təkdən deyil, nə cütdən. Nə tək, nə cüt. Ədəd qoyaraq da gəlin yoxlayaq. Məsələn, f2-ni hesabla, bir də f mənfi 2-ni hesabla. 2-ni yerinə yazıb qoysan, deməli, bunda hesablasan 9, mənfi 2-nin kubu, mənfi 8, üstünə də 1 gəlsən, mənfi 7 olacaq. Deməli, bizə lazımdır nə tək, nə cüt. Yox, bizə nə tək, nə cüt lazım deyil. Bu nə tək, nə cüt funksiyadır. Bizə tək lazımdır. Əslində tək Y variantında da mən bir-bir analiz eləyə gedəcəm. Siz ədəd də qoyub yoxlaya bilərsiniz. Uşaqlar, mən bunun tərkiblərinə baxacağım. Çox hədli şəklində verilib. X üstü 1 deməkdir. Bu tək funksiyadır. Sərbəst hədd yadımızda saxlayırıq. Cütlüyü bildirir. Cüt funksiyadır. Bir funksiyanın tərkibində həm cüt, həm tək funksiya varsa, toplama çıxma şəklində nə tək, nə cüt olacaq o. Çünki çox hədli şəklində verilmiş funksiyadır. Eyni zamanda D-yə baxaq. X üstü 5 çıxılsın 1. Uşaqlar, ədəd verib yoxlamağı bildiniz də 2-ni qoyun yerinə məsələn yoxlayın. Onu artıq bildiniz deyə mən bu hissəsində öyrədirəm sizə. X üstü 5 təkdir. Yenə çox hədli şəklində verilmiş funksiyadır. Sərbəst hədd cütlüyü bildirir. Funksiyanın tərkibində həm cüt, həm tək ifadə varsa, nə tək, nə cüt funksiyadır bu funksiya. Onda qaldı Y variantı.
Artıq bu çox hədli şəklində verilən funksiya deyil. Bunu yuxarıdakılar kimi araşdıra bilmərik. Amma qiymət verərək araşdıra bilərsiniz. Məsələn, 2 yazanda 2 vurulsun modulda 2 4'dür. Mənfi 2 yazanda mənfi 2 vur modulda mənfi 2. Yəni mənfi 2 vurulsun 2. Onun cavabı eləyəcək mənfi 4. Gördüyünüz kimi əks ədədləri alırsınız. Əgər funksiyaların əks qiymətlər verəndə x-ə, cavabları da əks olursa funksiyanın təkliyini bildirir. Cavablar eyni olarsa cütlüyünü bildirir. 7'yə baxıraq, hansı funksiya cüt funksiyadır? Elə A variantındakı funksiya cüt funksiyadır. Çünki fx bərabərdir modul x. F2'ni hesablayın, bir də f-2'ni hesablayın. F2 modulda 2 yenə də 2'dir. Mənfi 2. Ürəyiniz istəyən 2 olmayıb, ürəyiniz istəyən bir ədəd qoya bilərsiniz yerinə. Əks ədədlər qoyanda cavabı eyni alırsınızsa funksiya cüt funksiya olduğunu bildirir. Bərabərdir A variantı. Belə uşaqlar azalandır, artandır, bunlara baxmalıyıq. Bunlardan ötürü də qrafikləri tanımalısınız uşaqlar. Mən bunların bir-bir qrafiklərini quracağım sizin üçün. A variantına baxsaq, ədədlərlə də verib yoxlaya bilərsiniz. Qrafiklərinin gəlin həm qrafiklərini tanımış olarsınız göstərək. Kub qrafiki, kubun qrafiki bu formadadır. Əgər əmsalı müsbət olarsa, amma əmsal mənfidir, bu keçir 2-ci, 4-cü rübə. Amma üstə gəl 5 varsa, bunu 5 vahid yuxarıdan keçirtməlisiniz. Sizin qrafik bu formada olacaq uşaqlar. Sol tərəfdən əlinizi qoyun qrafikin üzəri ilə gedin. Əliniz aşağı düşürsə, soldan sağa getdikcə, deməli funksiya azalandır. Azalan. Bizdən də bütün ədəd oxunda azalan funksiyanı soruşur. Elə cavabımız A variantı olacaq. Bir də digərlərinə baxmıram. Bütün ədəd oxunda artan funksiyanı soruşur. 9-cu funksiya. Qrafikini qursam, elə A'dan başlayıb gedəcəm. Kub funksiyanın qrafiki belə bir qrafikdir uşaqlar. Bunu qayda dəftərinə y bərabər x kubu kimi yaza bilərsiniz. Əmsalı da müsbətdirsə, 1-ci, 3-cü rüblərdən keçəcək. Görsünüz, əmsal A variantında müsbətdir. Sadəcə olaraq bu deyir ki, üstəgəl 5, üstəgəl 5 deyirsə, siz bunu 5 vahid yuxarıdan keçirtməlisiniz. Qaldırıb y oxunda 5 vahid yuxarıdan. Artmasını necə təyin edəcəksiniz? Sol tərəfdən əlinizi qoyub, qrafikin üzəri ilə, ruçka ilə getdikdə görürsünüz ki, əliniz yuxarı qalxır. Deməli, funksiya neyinir? Artır. O da olacaq A variantı. Deməli, cavabımız elə A-daymış. Artanı soruşurdu bizdən. 10-cu sual. İndi biz funksiyaların qrafiklərində təkliyi, cütlüyü araşdıranda, əgər funksiya düstur şəklində verilibsə, yerinə ədəd qoymaqla araşdırırıq. Burada da ədəd qoymaqla əslində araşdıra bilərsiniz yerinə. Qrafiklərdə istəyirsiniz ədəd qoyun, istəyirsiniz eləcə şəkilə baxın, tapın. Əgər tək funksiyadırsa, tək funksiyanın qrafiki sözlərlə yazın. Tək funksiyanın qrafiki koordinat başlanğıca nəzərən simmetrikdir. Koordinat başlanğıcına nəzərən simmetrikdir. Elə bu qaydanı yazandan sonra altında da C funksiyasının, bax, buradakı qrafikin çəkin dəftərinizə. Baxın, koordinat başlanğıca nəzərən simmetrikdir. Yəni, üz-üzə dayanan rüblərdəki hissələri eynidir. Ədədlərlə necə təyin edə bilərsiniz? X-in yerinə əks ədədlər götürün 2 dənə. Məsələn, 1 götürdüm, bir də mənfi 1. Y-lərin qiymətlərini gedib tapsanız, baxın, y-in birini buradan aldınız, birində aşağıdan aldınız. Gördüyünüz kimi məsafələr koordinat başlanğıcından eynidir də, eyni aralıqdadır. Deməli, biri digərinin əksi olur. Əgər biri digərinin əksi isə necə funksiya idi? Funksiyamız tək funksiya. Deməli, cavabımız C variantı olacaq. 11. Qrafiklərdən hansı cütdür uşaqlar? 11-də yazın ki, cüt funksiyanın qrafiki O, Y, yəni ordinat. Oxuna nəzərən simmetrikdir.
Dəftərinizə bunu yazın. İndi Y-ə görə kəpənəyin qolları kimi belə qatlayanda üst-üstə düşməlidir. Y oxuna görə baxırsınız hansı qrafikdir, görürsünüz C variantı. Baxın, Y oxuna görə simmetrikdir. Yəni siz bunu qatlasanız bu hissə ilə bu hissə Y-ə nəzərən üst-üstə düşəcək. Və yaxud biz cüt funksiyalarda nə demişdik uşaqlar? X-ə əks ədədlər verəndə cavablar eyni olmalıdır. Yəni f mənfi x, f x ilə eyni qiyməti almalıdır. X-ə baxın, bir dənə ədəd verirəm. Eyni uzaqlıqda da mənfi tərəfdə bir dənə x götürürəm. Aldıqları qiymətə fikir verin. Birinin aldığı qiymət bura gəlir, digərinin aldığı da qiymət bura gəlir. Görürsünüz, eyni yerə gəldilər. Fx ilə f mənfi x eyni qiymət aldı. Deməli, cavab C variantı olacaq uşaqlar. Bütün ədəd oxunda artan fx funksiyasının qiymətlərindən hansı ən böyükdür? Biz nə dedik artan funksiya üçün uşaqlar? Artan funksiya budur ki, x-in qiymətləri artdıqca fx-in qiymətləri də ona uyğun olaraq artır. Yəni sizdən böyük qiyməti, funksiyanın böyük qiymətini soruşsa, deməli x-in böyük qiymətini tapmalısınız. 2-də 1, 3-də 8, 4-də 3, 5-də 2, 1. Ən böyüyü hansıdır? Təbii ki 3-də 8. Çünki tam kəsir hissəsini ayırsanız 2 tam 3-də 2 düşür. Amma o birilər hamısı 1 və 1-dən kiçik ədədlərdir. Ən böyük lazımdır bizə, çünki funksiya artan funksiyadırsa, x-in böyük qiymətinə funksiyanın böyük qiyməti uyğun gələcək. Azalan funksiyalarda isə əksinə. Funksiya əgər azalan funksiyadırsa, x-in qiyməti böyüdükcə onun cavabları kiçiləcək. X-in qiyməti böyüdükcə cavabları kiçiləcək. Ona görə bizdən funksiyanın hansı ən böyükdür soruşursa, əslində x-in qiymətlərinin içərisində ən kiçiyini tapmalıyıq. Ən kiçiyi də hansıdır? Uşaqlar, bu 1-ə bərabərdir, bu 1-dən böyükdür, 2 tam nə qədərsə. Deməli, biz 3 dənə kəsri müqayisə eləməliyik. 13. Hamısını 20-yə gətirək də. 4, 2, 5, 20-yə bölünən ədəddir. Bunu 5-ə vururam. Bu eləyir 20-də 15. F20-də 15. Bunu 20-yə gətirmək üçün 10-a vurmalıyam. Bu F20-də 10 deməkdir. O birisini 4-ə vurmalıyam. Bu da F20-də 4 demək. Ən böyüyünü soruşursa, içərisi x-i ən kiçik olmalıdır. X-i ən kiçik olan C variantında görünür. 20-də 4. 14 deyir ki, funksiyası üçün hansı münasibət doğru deyil. Funksiyanın 3-də aldığı qiymət 0-da aldığı qiymətdən deyir böyükdür. 3-də aldığı qiymət uşaqlar 3 üstü 40-dır da, 0-da aldığı qiymət də 0 üstü 40-dır. Təbii ki 3 üstü 40 böyükdür. Deməli A doğrudur. Biz yanlış axtarmalıyıq. Funksiyanın mənfi 2-də aldığı qiymət mənfi 2 üstü 40. Mənfi 3-də aldığı qiymət isə mənfi 3 üstü 40-dır. Uşaqlar, mənfi 2 üstü 40 elə 2 üstü 40 deməkdir. Çünki 40 cüt qüvvət olduğu üçün mənfini udur. Mənfi 3 üstü 40, burada 40-ı xaricdə yazmalıyam. Mənfi 3 üstü 40 yenə mənfini 40 dərəcəsi udur, olur 3 üstü 40. İndi 3 üstü 40 böyükdür, yoxsa 2 üstü 40, 3 üstü 40 təbii ki. Burada da elə veribdir. Deməli, B variantı doğrudur. C variantına baxırıq. 2 üstü 40. Funksiyada x-in yerinə 3 yazında 3 üstü 40. Bunları müqayisə edəndə belə olmalıdır. Orada da elə bu cür verilibdir. D variantı artıq yanlış olacaq. Çünki mənfi 4 üstü 40-a baxırıq. Bir də 2 üstü 40-a. Mənfi 4 üstü 40 elə 4 üstü 40 deməkdir. Qüvvət cüt olduğu üçün mənfi yoxa çıxır. 4-ü 40 dəfə öz-özünə vuranda daha böyük alınır, nəinki 2-ni. Deməli, D variantında bərabərsi işarəsini əksinə qoyublar. Bu belə olmalıydı, səhv qoyublar. Deməli, 15 ilə davam edirik uşaqlar. 15-ci sualla davam edirik. Bizə deyir ki, hansı münasibət doğrudur? Elə variantları bir-bir işləyək. F mənfi 2 deyir böyükdür F 1-dən 1-də. Fx funksiyamız da x üstü 39 funksiyasıdır. Yəni mənfi 2-nin
qüvvətində 39. Deyir ki, böyük olsun 1-in üstü 39-dan. Bu doğrudurmu? Mənfi 2-nin üzərinə tək qüvvət yazanda bunun cavabı mənfi 1 ədəddir. 1-in qüvvətinə nə yazırsınız yazın, cavabı 1-dir, yəni müsbətdir. Mənfi ədəd müsbətdən böyük olmaz. Yəni 1 üstü 39 daha böyükdür. A yanlış variantı idi. B variantına baxıraq, mənfi 3-ün üstü 39-a baxacaq. Bir də mənfi 2-nin üstü 39-a. Mənfini qarşıya veririk 3 üstü 39. Burada da mənfini qarşıya verəndə 2 üstü 39 olur. Mənfi 2 üstü 39. Uşaqlar, mənfiləri hər tərəfdən itirsəniz 3 üstü 39 kiçikdir. Yəni hər tərəf mənfiyə böləndə işarə dəyişər, bərabərçilik işarəsi. Belə bir ifadə yaranır və bu isə yanlış bir bərabərsizlikdir. Çünki 239 daha kiçikdir. Deməli, keçirəm C variantına. C-də deyir 5 üstü 39, 5 qoyuruq yerinə, bir də mənfi 5 qoyuruq. Deyir 5 üstü 39 mənfi 5 üstü 39-dan böyükdür. Bəli, böyükdür. Çünki 5 üstü 39 müsbət bir ədəddir. Mənfi 5 üstü 39 isə mənfi. Müsbət ədədlər istənilən halda mənfi ədəddən daha böyükdür. Cavab C variantı olacaq. 16-cı sualla davam edirəm. Çox hədli şəklində verilmiş bir funksiyadır. Amma burada sadələşmə etməliyik biz. Yəni 3 çıxılsın 2-nin 2x-in kvadratı verilibsə onu açmalısınız ilk öncə. Ki mötərizə olmamalıdır. Birincinin kvadratı müxtəsər vurma düsturuna görə hasillərinin ikimizdə üstəgəl ikincinin kvadratı çıx 4mx üstəgəl 4m. Hətta bunu sadələşdirsəniz 4x kvadratı birinci yazılmalıdır. Sonra x-dən asılı hissələr yazılmalıdır. X-dən asılı hissədən x-i ortaq vuruq çıxardacağım. Qarşıda da mənfi var. Mənfi olduğu üçün 12 üstəgəl 4m mötərizənin içərisinə salanda 4m müsbət olacaq. Və bir də x-dən asılı olmayan sərbəst hədlərimiz var bizim. Deyir, cüt funksiyadır. Biz çox hədli şəklində verilən funksiyada nəyə diqqət etməliyik? Qüvvəti cüt olan hissə cüt funksiyanı bildirir. Qüvvəti tək olan hissə tək funksiyanı bildirir. Sərbəst hədd, yəni x-dən asılı olmayan hissə də cüt funksiyanı bildirir. Bunun yanında bir dənə x üstü 0 olduğunu düşünün də, qüvvəti cüt olduğu üçün o cüt funksiyanı bildirir. Belə. İndi bizə deyir ki, bu funksiya cüt olsun. Funksiyanın cüt olması üçün onun tərkibində tək hissə yox olmalıdır. Bax, bura 0-a getməlidir. Yox olmalıdır. 0-a getməsi üçün də əmsalını bərabərdir 0-a qoyub həll etməliyik. 4m bərabərdir mənfi 12, m bərabərdir mənfi 3 olacaq. M-in hansı qiymətində soruşmuşdu? Cavab Y variantı. 17-də eyni qayda ilə həll etməliyik uşaqlar. Açmalıyıq. İlk öncə bunu müxtəsər vurma düsturuna görə 4 çıx, 2-ni x-ə vurub 2-yə də vursaq 4x üstəgəl x-in kvadratı çıx mx üstəgəl 3m. Birinci dərəcəsi böyük olanı yazırıq. Sonra x olan hissələrdən x-i ortaq vuruq çıxardacaqsınız. Əmsalında nə qalır? 4 üstəgəl m. Çünki 4 mənfi ilə başlayırdı və mən mötərizənin içərisinə saldığım üçün m-i, onun işarəsi dəyişəcək. Bir də x-dən asılı olmayan ifadələr var burada. 4 və 3m. Bunlar sərbəst həddir. Yəni bir yerdə yazılsın. Belə mötərizədə yazsaq daha qəşəng olur. Funksiyanın bu hissəsi x kvadratı olduğu üçün, dərəcə cüt olduğu üçün cütdür. Bura x üstü 1-dir. Dərəcə tək olduğu üçün tək funksiyanı bildirir. Sərbəst hədd həmişə cüt funksiyanı bildirir. Yadınızda saxlayın. Bu funksiya cütlərdən və təklərdən ibarətdir deyənə buna nə tək, nə də cüt funksiya deyirik. Amma bizə deyir ki, funksiya cüt funksiya olsun. Cüt funksiya olması üçün bu tək olan hissə yox olmalıdır. 0-a getməlidir. Bunun üçün də gərək əmsalı 0 olsun. Oradan alırıq ki, m bərabərdir. Gərək ki, 4 olsun. M bərabər 4 yox, mənfi 4 olsun daha doğrusu. Çünki sağ tərəfə keçirdib 0-dan çıxanda cavab mənfi 4 qalır. A variantı. Keçirsiniz 18-ci suala. 18-ci sualda daha sadə formada verilibdir. Çünki bir də sadələşdirməyə ehtiyac yoxdur. X kubu olan hissə tək funksiyanı bildirir. Baxın, bura tək hissədir. X kvadratı qüvvəti cüt olduğu üçün cüt funksiyanı bildirir. X olan hissə yenə təki bildirir və sərbəst hədd olan hissə cüt funksiyanı bildirir. Bizə deyir bu funksiya tək funksiya olsun. Tək funksiya olması üçün cüt hissələr yox olmalıdır. Bax, burada 0-a getməlidir. Baxın, burada.
Yəni eyni anda modulda A açıq 3 də 0 olmalıdır. A üstəgəl 3 də 0-a bərabər olmalıdır. Birinciyə baxsanız modul A 3-ə bərabərdir. Yəni A ya 3-dür ya da mənfi 3-dür. İkinciyə baxsanız A bərabərdir mənfi 3. Hər ikisinin ortaq kökü mənfi 3-dür. Yəni biz eyni anda hər iki tərəfi 0-a çevirən ədədi axtarmalıyıq. Cavab B variantı olacaq. 19-cu sualla davam edirik. Deyək ki, f(x) funksiyası tək funksiyadır uşaqlar. Tək funksiyanın qrafiki hara nəzərən simmetrik idi? Koordinat başlanğıcına. Qrafiki koordinat başlanğıcına nəzərən simmetrik olan bir dənə qrafik çəkəcəm. Özü deyir 0 müsbət sonsuzluq aralığında artan olsun. Məsələn, belə bir qrafik çəkirəm. 0-dan müsbət sonsuzluğa doğru artır. Yəni, soldan sağa doğru əlinizi qoyub qrafikin üzərindən geçsəniz, bunun artdığını görəcəksiniz. Tək funksiya olduğu üçün bu qrafikin koordinat başlanğıcına nəzərən simmetrik olduğunu bilməliyik. Yəni, üz-üzə dayanan rüblərdəki hissələr eyni olacaq. Bunu simmetrik olaraq bu tərəfə davam etdirməlisiniz. Və bizə deyir ki, elə f(x)lər var ki, f(10)da aldığı qiymətdən daha böyük qiymətlər alsın, bu x-ləri tapın. Baxın, x-imiz buradadır, 10'dur. X-imiz 10 olanda funksiyanın qrafikində buna uyğun nöqtənin y-i f(x)dir. İndi bizə deyir ki, f(x)lərimiz f(10)dur daha doğrusu. F-in 10'dakı qiyməti. Bizə deyir, elə f(x)lərimiz var ki, f-in 10'dakı qiymətindən daha böyük qiymətlər alır. Bax, buradan qiymətlər alır. Buradan alınan qiymətlərə uyğun biz x-ləri tapmalıyıq. Baxın, qrafiki aparıb kəsdirsək, buralardan nöqtələr götürüb aparıb qrafiki kəsişdirsək, baxın, nə olur? Cavablarınız ondan sağ tərəfə düşür. Yəni, sizin x-ləriniz ondan daha böyük ədədlər olacaq. Burada bilməli olduğunuz məqam tək funksiyanın qrafikini qurmaqdır. Yəni, hər hansısa bir koordinat başlanğıcına nəzərən simmetrik olan bir funksiya qrafiki götürüb qurmalısınız. Bu da bu şəkildə olacaq. Deməli, cavabımız olur D variantı. Keçin. 20-ci sualla davam edirik. Bizim f(x) funksiyamız var, deyir ki, tək funksiya olsun. Tək funksiya bilirik ki, koordinat başlanğıcına nəzərən simmetrik olmalıdır. 0 müsbət sonsuzluq aralığında azalandır. Azalan bir dənə funksiya qrafiki çəkirsiniz. Soldan sağa doğru əlinizi hərəkət etdirdikdə əliniz aşağı düşməlidir. Koordinat başlanğıcına nəzərən simmetriksə bu üzü yuxarıda qalxmalıdır belə. Yəni, koordinat başlanğıcına nəzərən qatlayanda bunu üst-üstə düşməlidir, simmetrik olmalıdır. Sonra bizə deyir ki, bizim f(x)lərimiz var. f(7)dən kiçik olsunlar. 7 bura olsun uşaqlar. 7-yə uyğun funksiyanın qiymətini biz f(7) deyirik. f(7). Siz f(x)ləri elə axtarmalısınız ki, f(7)dən kiçik olsun. Yəni, buralar. Daha aşağılardan. Bundan yuxarıdakılar f(7)dən böyüklərdir. F-in f(7)dən kiçik olan qiymətləri aşağıdadır. İndi bu nöqtələrə uyğun qrafikin üzərində bir nöqtə götürüb onun x-ini tapmalısınız. Qrafiki kəsişdirirsiniz. X-lərinə fikir versəniz hara doğru gedəcək? Görürsünüz, 7-dən sağ tərəfə doğru gedir. Deməli, cavablarımız olur 7 müsbət sonsuzluq. 7 müsbət sonsuzluq qapalı interval, o da Y variantı olacaq. 21-ci suala baxıraq. Bunları qrafikini göstərirəm ki, başa düşəsiniz, rahat başa düşəsiniz, əzbərə qaçmayasınız uşaqlar. Bu x oxudur, bu y oxu. Sizin 0 müsbət sonsuzluğunda azalan bir dənə funksiyanız var. Yəni 0 müsbət sonsuzluqda azalan bir dənə funksiya götürürəm. Sol tərəfdən əlinizi qoyanda görürsünüz, əliniz aşağı düşür. Amma bu cüt funksiyadır. Bayaqki tək funksiya idi. Koordinat başlanğıcına nəzərən simmetrik çəkmişdik. İndi cüt funksiya. Cüt funksiya y oxuna nəzərən simmetrikdir. Yəni elə bilin ki, y burada güzgü rolundadır da. Bu düz xətt, bu güzgüyə baxanda özünü bu formada görür. Rahat başa düşməyiniz üçün belə deyirəm. Cüt funksiyanın qrafiki y-ə nəzərən simmetrik olmalıdır. Sonra deyir ki, bizim f(x)lərimiz var, f(6)dan kiçik olsun. Deməli, x-in üzərində 6-nı götürürsünüz. X-oxun üzərində 6-nı götürəndə buna uyğun koordinat burada olacaq f(6). Buna uyğun sol tərəfdən x-i tapsanız isə, bax, bura gəlir düşür -6-ya. Çünki bu məsafə ilə bu məsafə eynidir, simmetrikdirlər axı bunlar. Və sonra deyir ki, bizə f(6)dan kiçik yerlər lazımdır. Çünki f(x)lərin qiyməti f(6)dan kiçik deyirsə aşağılara düşməlidir. Aşağılardan koordinatlara baxırsınız. Bax, buradan mən qrafikin üzərinə aparsam nöqtəni və
həmin nöqtələrin x koordinatlarını tapsam, baxın uşaqlar. X koordinatlarını tapanda nə olur? Həmin nöqtələrin x-ləri 6-dan bu tərəf olur. Yəni 6 müsbət sonsuzluq. İndi sol tərəfə də baxırıq. Sol tərəfdən qrafikə aparırıq bunu qırıq-qırıq xətləri. Yuxarıya x-ini tapsanız, bax bu nöqtənin x-ini tapsanız, düz xəttin uzandığını düşünün. Bunun x-ini tapsanız nə olur? -6-dan bu tərəfə doğru. Yəni mənfi sonsuzluq, -6. Yekun cavabımız mənfi sonsuzluq, -6, 6 müsbət sonsuzluq, C variantı olacaq. Keçik 22-ci suala. Eyni, bu da cüt funksiyadır uşaqlar. Qrafiklərlə yazın ki, rahat başa düşəsiniz. Fx funksiyası var, cüt funksiyadır. Deməli, qrafikimiz y oxuna nəzərən simmetrik bir qrafik olacaq. 0 müsbət sonsuzluqda artanır. Məsələn, belə bir qrafik çəkirəm. 0-dan müsbət sonsuzluğa doğru artır. Görürsünüz. Əgər bu cüt funksiyadırsa, bunun y-ə nəzərən simmetriyası olacaq. Belə bir hissəsi də sol tərəfdə olmalıdır. Və bizə deyir ki, fx-lər var, f8-dən böyükdür. f8, 8-ə uyğun y koordinatını tapırsınız. Bu olacaq f8. F8. İndi bu F8-ə uyğun, baxın burada bir dənə də x koordinatı var, amma sol tərəfdə olduğu üçün artıq bu 8 yox, -8 olacaq. Cüt funksiya olduğu üçün simmetriyası var. Bunların məsafələri eyni olmalıdır, amma sol tərəfə düşdüyü üçün o məsafə -8 koordinatı ilə göstəriləcək. Bizə deyir ki, F8-dən yuxarı hissəni götür, böyük hissəni götür. Buralar fx-lərdir, hansı ki f8-dən böyükdürlər. Həmin nöqtələrə uyğun koordinatları gəlin x koordinatında tapaq. Baxın, bu y koordinatıdır. Getdim, tapdım bunun. Qrafik üzərinə aparıram, koordinatı tapıram. İndi sol tərəfdən də baxaq. Qrafikin üzərinə getdim, x koordinatını tapdım. Qrafikin üzərinə getdim, x koordinatında. Bunu sonsuza qədər davam elətdirə bilərsiniz uşaqlar. Yəni, yekunda siz x oxu üzərində haraları aldınız. Buradan bu tərəf doğru və buradan bu tərəfə. Yəni, biri mənfi sonsuzluqdan -8-ə də aralığın birləşir. Bir də 8-dən müsbət sonsuzluğa. Bu şəkildə olacaq cavabımız Y variantı. Sonra nə deyir? 23-cü sual. 23-də çox maraqlı suallardan biridir. Şəkillə izah edəcəm. X oxudur, bu da y oxu. Y də deyə bilərsiniz, fx də deyə bilərsiniz. Və bütün ədəd oxunda təyin olunmuş funksiyadır, kəsilməzdir. Tək funksiyadır. Tək funksiyadırsa mən x oxuna nəzərən simmetrik götürəcəm onu. 0,6 parçasında ekstremum nöqtələri. Ekstremum nöqtələr uşaqlar minimum və maksimum nöqtələrdir. Yəni, ən kiçik və ən böyük qiymətlərini aldığı yerlər. Deməli, f 1-də 7 alır. Funksiya 1-də 7 alır. Çalışacağım, göstərim uşaqlar bunlar sizə koordinat sistemində. Bax, 1-də 7-ni alırsa, bu qrafik bu nöqtədən keçəcək. Özdə bu bunun maksimumudur. Maksimum o deməkdir ki, burada bunun qabarıqlığı var belə. Baxın, dağ kimi düşünün. Minimumlarda çökəklik kimi düşünün. Maksimumlarda qabarıqlıq, təpə kimi düşünəcəksiniz. Sonra deyir ki, 3-də 4 alır. 2, 3, 3-də 4 alır. Amma bu 4 qiyməti haqqında bizə heç bir məlumat verilmir. Minimumdur və yaxud maksimumdur deyilmir. 5-də isə 9 alır. Amma burada da deyilir ki, bu bunun maksimumudur. 5-də aldığı qiymət 9-dur, maksimum. Maksimum nə deməkdir? Yəni, burada bir dənə qabarıqlıq var. Amma siz bu qrafikin kəsilməz olduğunu bilirsiniz və kəsilməzsə, qrafik davam edirsə, bura gələndə avtomatik burada çökəklik yaransın ki, bu davam edib gedə bilsin bu qrafik. Baxın. Kəsilməzdir axı. Və tək funksiyadır, kəsilməzdir. Ona görə koordinat başlanğıcından hökmən keçəcək. Və tək funksiya olduğu üçün, əgər bu 1-də 7-ni almışdırsa, mənfi 1-də nəyi alacaq? Mənfi 7-ni. Mənfi 1-də alacaq mənfi 7-ni. Əgər bu 3-də 4 almışdırsa, mənfi 3-də alacaq mənfi 4-ü. Və biraz kiçildim ki, 9-u da sığışdıra bilim bura. 5-də 9 almışdırsa, f
5-də x 5 olanda 9 cavabını almışdısa, -5-də alacaq -9. İndi bunları yerləşdirək. Siz bunları şəkilsiz də yaza bilərsiniz, amma şəkillə daha yaxşı başa düşürsünüz. 1-də -7-ni alacaq, daha doğrusu -1-də. Sonra -3-də alacaq, -3-də alacaq -4-ü. -3-də tək funksiya olduğu üçün f tək funksiyanın tərifi nə idi? -x-də -fx alır uşaqlar. Bundan istifadə edirik biz. Sonra f -5-də alır f9-u. F -5-də alır 9-u, amma -9-u. Qrafikdə kəsilməz qrafik olduğu üçün bu bura gəlməlidir. Sonra buradan gərək bura gedək ki, kəsilməsin. Belə gəlib, belə qalxacaq. -6-ya qədər lazımdır bizə. Qrafik ancaq bu hissədən ibarətdir. Davamı necə gedir bizi maraqlandırmır. Çünki -6 6 parçasında soruşur. Minimum qiymətlərin cəmi. Minimumlar çökəkliklər deməkdir uşaqlar. Minimum. Bunun burada bir çökəkliyi var, burada bir çökəkliyi var və burada bir çökəkliyi var. Qiymət dediyi üçün bu çökəkliklərə uyğun y-lər nəzərdə tutulub. Deməli, həmin y-lər biri 4-dür, biri neçədir? -7-dir, biri də -9-dur. Bunların cəmini istəyir. Yuxarıda 4 var, aşağıda -7 var, bir də -9 var. Yekun cavabımız -12A variantı. Deməli, nə yadımızda saxlaya bilərik? 2 dənə maksimumun arasında hökmən minimum dayanacaq. Bunu yadımızda saxlamalıyıq. Maksimumlar koordinat başlanğıcına nəzərən simmetriyada çevrilir, minimum olur. Fikir verin, maksimumlar ikisi də əks işarə ilə minimum olur. Minimum nöqtə isə minimum nöqtə 3-ə 4 uyğun gəlmişdi də. Çevrilib aşağıda maksimum oldu. 3-ə -4, amma işarəsində dəyişdi. Minimumlar işarəsini dəyişərək maksimum olur. Maksimumlar işarəsini dəyişərək minimum olur. İki maksimum arasında da hökmən minimum yerləşməlidir. Belə, 24-cü sualla davam edirik. Fx funksiyası verilibdir və bu tək funksiyadır uşaqlar. Biz bunu açmasaq, bunun haqqında təhliyi cütlüyü haqqında heç nə deyə bilmərik. Açırıq, vurub açıq. Px-i 2x-ə vuranda 2px kvadratı. Px-i q-yə vuranda pqx. Px-i 4-ə vuranda 4px. 4px. Sonra üstə gəl 2x. 2x-i 1-ə vurdum, q-nü 1-ə vurdum, 4-ü 1-ə vurdum. Bunu biraz da sadələşdirib yazmalıyım. 2px kvadratı necə sadələşdirəcəksiniz? X-ləri bir qruplaşdırıb x-i ortaq vuruq çıxartmalısınız. X ortaq vuruq çıxardanda pq üstə gəl 4p üstə gəl q 2 olur. Üstə gəl kənarda da sərbəst həddimiz, yəni x-dən asılı olmayan hədlər dayanır. Bu funksiya deyir ki, tək funksiya olsun. Dərəcəsi cüt olan yer cüt funksiyanı bildirir demişdik. Dərəcəsi tək olan, x üstü 1 olan yer tək funksiyanı bildirir. Çox həddi şəklində verilib. Sərbəst hədd x-dən asılı olmayan hissə isə cüt funksiyanı bildirir. Deməli, uşaqlar, bu funksiya tək funksiya olması üçün cüt hissələr yox olmalıdır. Burada 0 olmalıdır, burada 0 olmalıdır. Yəni, 2p bərabərdir 0-dan mən p-ni 0 alıram. Q üstə gəl 4 bərabərdir 0-dan Q-nü alıram -4. Və bizə deyir p üstə gəl Q, üstə gəl p vur Q ifadəsinin qiymətini tapın. P 0-dır, Q -4-dür, üstə gəl p. Düz yazdıq biz bunları. Niyə belə bir şey sorsun? Mənasız bir sual qoyubdur. Cavab -4C variantı. Və sonra keçirəm 25-ci suala. 25-də deyir ki, f funksiyası -3 3 parçasında təyin olmuş tək funksiyadır. -3-dən 3-ə qədər təyin olunub. Uşaqlar, -x-də alacaq -f(x), f-x-də -fx, yəni mənfi qabağa keçir. f2-də alıb 6-nı. İndi bir də biz bilməliyik f-2-nin qiymətini. f-2-də mənfi qabağa keçib f2-ni alacaq. f2 6 olduğu üçün mənfi qarşıya keçdiyi üçün -6 olacaq.
Bir də F0 uşaqlar. Bu mənfi 3-dən 3-ə qədər bütün hər yerdə təyin olunubsa F0-da da 0 alır. Axı tək funksiya deyir. Tək funksiya koordinat başlanğıcına nəzərən simmetrik olmalıdır və əgər mənfi 3 parçasında təyin olunmuş bir funksiyadırsa o 0-da da 0 alacaq. Deməli, gəlin bir dənə hansısa bir funksiya, düz xətt funksiyası götürürəm, tutaq ki, amma mən mənfi 3-dən 3-ə qədər götürürəm də. Buradan bura qədər. Baxın, əgər bu tək funksiyası koordinat başlanğıcından keçməlidir, hökmən bütün yerdə təyin olunubsa, mənfi 3-dən 3-ə qədər hər yerdə təyin olunubdur deyir də bu. Koordinat başlanğıcından da keçir, çünki ora nəzərən simmetrikdir və koordinat başlanğıcından keçmək o demək ki, F0-da 0 qiymətini alır. Bunu silirəm. Kəsilməz funksiyadır da həmin aralıqda. İndi yerinə qiymətlərini qoyuram. 7 vur, yazıb F0. F0-ın yerinə 0 yazacağım. Üstə gəl 4 vur. 5 vur F2. F2-də 6 alır. Çıxılsın 4 vur F mənfi 2. Mənfi 2-də də mənfi 6 alır. Baxın, bunun cavabı hesablanmalıdır. 7-ni 0-a vurdum. 0 üstünə 4 gəldim. Birinci mötərizənin cavabı 4. 30. Bunlar da mənfi bizə verir 56-nı. Bu eləyir 4 vurulsun 86. 24, 2 yadda 344. Böyle bir cevabımız oldu uşaqlar. Keçirik ikinci suala. Görək ikinci deyəndə, yəni buna uyğun ikinci sual 26-cı suala. 26-da görək nə deyir? 25-i düz hesabladıq mı biz? 25-i düz hesabladıq mı? 5 vur F6. Yəni 6 7 üstə gəl 4. Deməli, çıx 4 vurulsun F mənfi 2. 6, 24. 6 dəfə 4-ə 56 yazmışam uşaqlar. Biabırçılar. 6 dəfə 4 neçə edir? 6 dəfə 4 24. 4 vurulsun 54 yazılmalıdır. Bu da olmalıdır 216. Yaxşı. 26-ya baxın. Sonra da şagirdlərimə deyirəm ki, gedin imtahanda hər şeyi düz yazın, diqqətsizlik eləməyin. Görürsünüz, bəzən belə olur uşaqlar. İnsanın əlində olmur o diqqətsizliklər. Mənfi 4, 4 parçasında təyin olunmuş tək funksiyadır fx funksiyası və f3-də 5 alır. F3-də 5 alırsa bizə f mənfi 3 lazım olacaq. Bu f mənfi x bərabərdir mənfi fx olmalıdır tək funksiyada. Bu qaydaya əsasən mənfi qabağa keçir. F3-ün qiyməti 5-dir. Deməli, cavabımız mənfi 5 olacaq. Bir də F0-da 0 qiymətini almalıdır. İndi 4 vurulsun F0. 0 üstə gəl 5. 3 vurulsun F3-də alır 5. Çıx 2 vur F mənfi 3-də alır mənfi 5. Uşaqlar F0-da 0 ona görə alır ki, bu mənfi 4, 4-də təyin olunubsa, o demək ki, 0-dan da keçir qrafik. 0-dan keçirsə, yəni x 0-dırsa, hökmən y-də 0 olmalıdır. Çünki koordinat başlanğıcına nəzərən simmetriyadan söhbət gedir də tək funksiyalarda. Ona görə biz deyirik ki, f0-da 0 almalıdır. Bərabər 4-ü 0-a vuranda 0, üstünə 5 gəldim, 5 vurulsun. Mötərizənin içinə bax, 15, üstə gəl 10. Yəni 5 vurulsun 25, cavab eləyəcək 125. Keçir 27-ci suala. Deyir ki, A parametrinin hansı qiymətində funksiya cütdür? Funksiya sadə formada verilib. Yəni sizin açıb nəyisə qruplaşdırmağınıza ehtiyac yoxdur. X kvadratı, sonra x, sonra sərbəst həll gəlib. Çoxhədli şəklində verilən funksiyadırsa bu hissəsi cüt funksiyanı bildirir. Çünki x-in dərəcəsində 2 yazılıb. Burada x-in qüvvətində 1 yazılıb. Bu tək dərəcəli olduğu üçün tək funksiyanı bildirir. Bu isə sərbəst hədd olduğu üçün sərbəst hədd bizə verir tək funksiyanı. Daha doğrusu cüt funksiyanı uşaqlar. Sərbəst hədd cüt funksiyanı bildirir. Çünki sərbəst həddin yanında bir dənə x üstü 0 olduğunu düşünün. X üstü 0 1-dir də. X üstü 0, 0 qüvvəti cüt qüvvətdir. Cüt dərəcədən qüvvət varsa,
o funksiyanın cütlüyünü bildirir. Bu funksiya ümumi cüt olması üçün bu tək olan hissə yox olmalıdır. Tək olan hissəni də yox eləməkdən ötürü gərək əmsalın 0-a bərabər edəsiniz. Deməli, A bərabərdir 3 olmalıdır. 28-ci suala baxdıqda isə funksiya yenə tək olsun deyir. Baxın, bu hissə təkdir. X kvadratı olduğu üçün bu hissə cütü bildirir. Bu da x üstü 1'dir də, yəni tək. İndi bizə deyir ki, funksiya tək olsun. Funksiya ümumi tək olması üçün gərək bu cüt hissə yox ola buradan. Cüt hissəni də yox eləyən, yəni 0-a çevirən onun əmsalı olmalıdır. Əmsal 0-a bərabər olmalıdır. Deməli, A bərabərdir 4 olacaq. 29-cu suala baxırıq. Funksiya bütün ədəd oxunda təyin olunmuş. Dövrü 6 olan t ilə işarə edəcəyik dövrü. Cüt funksiya. Cüt funksiya o demək ki, f mənfi x-də bərabərdir f(x). Yəni, mənfilər udulur orada. Yəni, əslində bizə verib f2-də 5 alır, f mənfi 3-də alır 6. F mənfi 3-də 6 almaq o demək ki, f mənfi 3 ilə f3-ün qiymətləri eynidir. O mənfini uddu, yenə də 6 alacaq. Və yenə də cüt funksiyanın xassəsinə əsasən f mənfi 14, f 14-ə bərabərdir. Mənfini uddu. F 21-ə bərabərdir. Mənfi orada da yoxa çıxdı. F mənfi 45, f 45-ə, f mənfi 50 isə f 50-yə bərabərdir. İndi bizə deyir ki, bu cüt funksiyada əsas dövrü də 6-dır. Dövr 6-dırsa, o demək ki, bu funksiya hər 6 vahid x hər 6 vahid artdıqca və yaxud hər 6 vahid azaldıqca funksiyanın qiyməti təkrarlanır. Yəni 12-nin tərkibində 2 dənə 6-lar var da, 6, 6, 12. O 6-ları atandan sonra, yəni 12-ni atandan sonra orada nə qalır? f2 qalır. Funksiya x-dəki qiyməti onun x-in üzərinə dövrün gələndə aldığı qiymətlə eynidir. Yəni siz bu dövrləri ata bilərsiniz uşaqlar. Məsələn, 14-ün dövrü atmaq dövrə böl, 14-ü 6-ya böl, 6-ya böləndə qalıq neçə düşürsə onu yaz. Qısaca belə yadınızda saxlaya bilərsiniz. 21-i 6-ya böl, qalıq nə düşür? Qalıq düşür 3. 3-ü yaz. 45-i 6-ya böl, qalıq düşür yenə 3. 50-ni 6-ya böl, qalıq düşür 2. O demək ki, onun tərkibindəki bütün dövrlər atılır. Dövrləri ata bilərsiniz. Dövrləri atmaq funksiyanın qiymətini eyni saxlayır. f2-nin qiymətini biz bilirik 5. f3-ün qiyməti 6. 5 üstə gəl 6 bölünsün 6 çıx 1. Deməli 11 bölünsün 1. Yekun cavabımız olacaq 11. Bu şəkildə uşaqlar. Keçirik 30-cu suala. f(x) funksiyası bütün ədəd oxunda təyin olunubdur. Dövrü 7-dir. Tək funksiya. Tək funksiya o demək ki, f mənfi x-də mənfi f(x) alır. Yəni, mənfi qarşıya keçəcək. Yəni, sizdə f1-in cavabı 7 verilib uşaqlar. f2-nin cavabı da verilib 9. İndi burada f23-ü olduğu kimi yazıram. f15-i də olduğu kimi yazıram. f30-u da. f58-də olduğu kimi yazılır. Amma f mənfi 36 mənfi f36 deməkdir. Tək funksiya olduğu üçün o mənfi qarşıya keçir. Yadımızda belə saxlayırıq. Sonra dövr verilibdirsə, o dövrlər atılmalıdır. Funksiyanın dövrü atılan zaman funksiyanın qiyməti dəyişməz. Yəni 23-ün tərkibində neçə dənə 7 varsa hamısını atıb qalanını yazırsınız. 23-ün tərkibində 3 dənə 7 var da. 3 dənə 7 21-dir. 21 atandan sonra orada 2 qalır. f2. Yəni əslində sizin elədiyiniz nədir? Bunu 7-yə bölüb qalığını yazmaq. 15-i 7-yə böləndə qalıq neçə düşəcək? 1. 30-u 7-yə böləndə qalıq neçə düşəcək? Burada toplamadı. 30-u 7-yə böləndə qalıq neçə düşəcək? 2. Keçirsiniz məxrəcə. 58-i 7-yə böləndə qalıq neçə düşür? 2. Çıx 36-nı 7-yə böləndə qalıq neçə düşür? 1. İndi f2-ni və f1-i yerinə yazacaqsınız. f2 9-dur. Üstə gəl f1 7. Vur f2 9. Bölünsün. f2 9. Çıxılsın f1 7. 9 üstə gəl 63 bölünsün 2. Yuxarı 72, 2-yə də böləndə 36. Deməli, cavabımız olur 36. 31-ci suala baxırıq uşaqlar.
K-nın neçə tam qiymətində funksiya artandır? Kub funksiyadır. Uşaqlar, funksiya, kub funksiya əgər artan olmasını istəyirsə, onun əmsalı müsbət olmalıdır. Baxın, x kubunun qrafiki budur. X kubu. Bir də var mənfi x kubu. Yəni qarşısında mənfi olanda. Bu da mənfi x kubu. Soldan sağa doğru biz müəyyən edirik də. Bax, bu artan qrafikdir. Görürsünüz, əliniz yuxarı qalxır. Sol tərəfdən əlinizi qrafikin üzərinə qoyub ikincidə baxsanız isə, bu kubdur uşaqlar, üzr istəyirəm, kvadrat yox. Bu əliniz aşağı düşəcək. Deməli, kub funksiyanın qrafiki artan olması üçün onun əmsalı müsbət olmalıdır. 9-k kvadratı böyükdür 0-dan. Bunu həll etməliyik. Bu 3 çıxılsın k, 3 üstə gəl k kimi vuruqlarına ayrılacaq. 0-dan böyük olmalıdır. Köklərin tap və dödüxunda qeyd edək. Birinci mötərizəni 0-a çevirən ədəd 3, ikincini bərabər 0 yazıb həll etsəniz mənfi 3. 3-dən böyük bir ədəd 4 yazsanız, 3-dən 4 çıxında mənfi, 3-ün üstə 4 gəlində müsbət, mənfini müsbətə vuranda mənfi. Mənfi, müsbət, mənfi kimi ardıcıl gedirdi. Bu bərabərsizlərdən biz bunu bilirik. Birini tapdıqsa, o birilərinin ardıcıl şəkildə, növbəli şəkildə işarə edeyim. Müsbət, mənfi, müsbət bu şəkildə. Bizə lazımdır müsbət aralıq, yəni mənfi 3 və 3 arasında. Deyir, neçədən tam qiymət? Burada hansı tam qiymətlər var? Mənfi 2, mənfi 1, 0, 1 və 2. Oldu 5 dənə. 5 həll, ya da ki 5 tam qiymət, belə deyə bilərsiniz. Və keçirik 32-ci suala. İndi yenə də funksiya artandır. Kub funksiyası artan funksiya olması üçün, yəni artan funksiya olanda həmişə əmsal müsbət olur uşaqlar. Bu əmsalı müsbət götürəcəksiniz. 16 çıx k kvadratı böyükdür 0-dan. 4 çıx k, 4 üstə gəl k kimi vuruqlarına ayırıb, kvadrat bərabərsizləri necə həll edirdisə, o formada həll edəcəksiniz. Mötərizəni 0-a çevirən ədəd birincidə 4-dür, ikincidə 0-a çevirən ədəd k, mənfi 4-dür. 4-dən böyük bir ədəd məsələn götürsəniz, buradan 5 götürsəniz, 4-dən 5 çıxanda mənfi, 4-ün üstünə 5 müsbət, mənfini müsbətə vuranda mənfi. Və bu ardıcıl şəkildə davam edəcək. Bizə bunun müsbət olan yeri lazımdır. Mənfi 4 və 4 intervalı. Neçə tam qiymətində deyir? Mənfi 3, mənfi 2, mənfi 1, 0, 1, 2, 3, 7 dənə tam qiymət var. 3 dənə mənfi, 3 dənə müsbət, 1 dənə isə 0. Bu şəkildə olacaq. 33-cü funksiya ilə davam edirik. Sualla davam edirik daha doğrusu. Fx cüt funksiyadır. Əgər fx cüt funksiyadırsa, f mənfi x bərabərdir fx şərti ödənməlidir. Yəni mənfi yox olur orada. Cx tək funksiyadır. Onda c mənfi x də mənfi qarşıya keçir. Deməli, bu qaydanı yadımızda saxlayırıq. İndi bizə verilib f a üstə gəl f mənfi b verilib uşaqlar. Bu fx funksiyası cüt funksiya olduğu üçün fx funksiyası mənfini udacaq. Bax, bu mənfini udur. Olur f-b. Mənfi yoxa çıxır. Üstəcə ca bərabərdir 12. Sonra aşağıya keçirəm. Burada da f cüt funksiyadır. Mənfini udur. Mənfi yoxa çıxır oradan. Çıx f-b. Amma c tək funksiya olduğu üçün mənfini verir qarşısına. Olur çıx ca. Bərabərdir 8. Olarsa bizdən f-anı soruşub. Tərəf-tərəfə toplayan zaman elə f-anın birbaşa alındığını görürsünüz. C-alar əks ədədlərdir. F-b-lər əks ədədlərdir. Tərəf-tərəfə toplayanda 2f-a qalır. 12 ilə 8-i toplayanda 20. Deməli, f-anın cavabı olacaq ona bərabər. 34-cü sualla davam edirik. Deyir ki, fx funksiyası cüt funksiyadır. Bu deməkdir ki, f mənfi x bərabərdir fx, yəni mənfini uddu. Cx tək funksiyadır, yəni əgər c-də mənfi x görsəniz, mənfi qarşıya keçəcək. İndi bizə deyibdir f-a. Üstəgəl f mənfi b var. Mənfi b, burada mənfi yoxa çıxır, çünki f cüt funksiyadır. Onun yerinə f-b yazırsınız. Çıx ca bərabərdir 5. Keçdik aşağıya. Yenə f cüt funksiya olduğu üçün mənfini udur. F mənfi a, f a-ya çevrilir. Çıx f-b olduğu kimi. Burada da mənfi qabağa keçir, çünki c funksiyası tək funksiyadır. Mənfi qabağa keçəndə müsbət olacaq. Ca bərabərdir 9.
Tərəf-tərəfə toplayaq. Tərəf-tərəfə toplayan zaman bunlar gedir. 2 dənə FA bərabərdir. 5 ilə 9-un cəmi 14. Deməli, FA-nın cavabı olacaq 14-ü 2-yə böləndə 7-yə bərabər. Keçirik 35-ci suala. 35-də deyir ki, funksiya bütün ədəd oxunda təyin olunmuş funksiyadır, özü də dövrü funksiyadır. Bunun dövrü də 3-ə bərabərdir. F 1-də alır 4. Və 6 vurulsun F7, çıxılsın 5 F mənfi 2 ifadəsinin cavabını soruşur. Uşaqlar, dövr o deməkdir ki, funksiya hansısa bir x-də bir qiymət alır, fx qiyməti. Bu x-in üzərinə t-ni gəlsəniz, bunun qiyməti dəyişməz və yaxud x-dən bu t-ni çıxsanız, yenə də qiyməti dəyişməz. İndi burada 7 yazıbdır da. 7-ni biz 3-ə də bölüb qalğın yaza bilərik və yaxud bu 7-nin tərkibindən 3-ləri çıxa bilərik. 2 dənə 3 var da. 3-ləri çıxa bilərsiniz. 3-ə bölüb qalğı yazmaqla eyni anlam daşıyır. Və yaxud mənfi 2 var buradan. Mənfi 2-nin üstünə 3 gələ bilərsiniz. Baxın, bu dövrlərdir. Əgər dövrləri çıxırsınızsa və yaxud dövrləri x-in üzərinə gəlirsə, funksiyanın qiyməti dəyişmir. Yəni, siz birincinin yerinə 7-dən 6 çıxıb F1 yaza bilərsiniz. İkincidə mənfi 2-nin üzərinə 3 gələrək 1 yaza bilərsiniz. Buradakı birinin əlaqə yaratmaq üçün bunu edirik. 6 dənə F1 çıxılsın 5 dənə F1 bizə elə F1-i verəcək. F1-in də cavabı 4. Deməli, yekun cavabımız olur 4-ə bərabər. 36-cı sualla davam edirik. Yenə fx funksiyası bütün ədəd oxunda təyin olunub və dövrü 3-ə bərabər olan bir funksiyadır. Funksiya 1-də 7 qiymətini alır və deyir ki, 4f10 çıxılsın 3f mənfi 5. Bu funksiyanın təhliyi cütlüyü haqqında heç nə demir deyə bu mənfiyə toxuna bilmərik də biz. Yəni, ya mənfini qabağa verə bilmərik, ya da yox elə bilmərik. İndi dövrün anlamı nədir? Dövr verilibdirsə, x-in üzərinə t-ni, yəni dövrü gəlsəniz və yaxud x-dən dövrü çıxsanız, funksiyanın qiyməti dəyişmir. Yenə fx-ə bərabər olur. Bu qaydanı ilk öncə bilməlisiniz. 10 veribdir, funksiyanın dövrü 3-ə bərabərdir. Yəni, siz o dövrü çıxa bilərsiniz. Hətta neçə dənə dövr çıxa bilərsiniz? Bir dənə dövr çıxanda F7-ni alırsınız. F1-ə gəlib çatmaqdan ötürü onun tərkibindən 3 dənə dövr çıxa bilərsiniz. Yəni 3 dənə 3. Və yaxud 3-ə bölüb qalğan yaza bilərsiniz və s. Çıxılsın 3, vurulsun F mənfi 5-dir. Bunu da müsbətləşdirməkdən ötürü üzərinə mənfi 5 verib orada dəqiq. Mənfi 5 üzərinə 7 əlavə eləyə bilərik. 7 yox, daha doğrusu uşaqlar, dövrə əlavə eləməliyəm, axı dövr əlavə edirəm. Məsələn, bir dənə 3-ə əlavə etsəniz, uşaqlar, f mənfi 2 qalacaq, dövrlər əlavə olunmalıdır. Amma 2 dənə 3 əlavə etsəniz, bunu 2 dənə 3 yazaq, gəlin. Baxın, 2 dənə dövr əlavə edirəm. 1 dənə dövr, 5 dənə dövr, 10 dənə, neçə dənə dövr lazımdırsa, o qədər dövr əlavə edə bilərsiniz. Deməli, birinci F1-i verir bizə, ikinci isə yenə F1-i verir. Bir dənə F1-dən, bunun qarşısında əmsal var, 4 əmsal var idi, 4-ü yazmamışam. Bircə dəqiqə bunu düzəldim, uşaqlar. Bax, burada 4 var, o 4-ü də qeyd edim. 4 dənə F1-dən 3 dənə F1-i çıxanda F1 qalır, F1-in də cavabı 7-yə bərabərdir. Deməli, uşaqlar, qaydanı daha dərin yazsanız, fx funksiyası verilib, fx-in üzərinə neçə dənə istəyirsiniz dövr gələ bilərsiniz və yaxud neçə dənə istəyirsiniz dövr çıxa bilərsiniz x-dən. Yenə funksiyanın qiyməti dəyişməz qalır. Dövr qiymətə təsir etmir. Təkrarlanma deməkdir dövr. 37-yə baxaq. Bizə deyir ki, k-nın neçə natural qiymətində funksiya azalandır. K naturaldırsa, kökün içərisi zaten k-sı müsbətdə azalan olması üçün bu hissə k kvadratı çıx 25 mənfi olmalıdır. Yəni, k kvadratı 25-dən kiçik olmalıdır. Hansı natural ədədlərin kvadratı 25-dən kiçikdir? 1-in, 2-nin, 3-ün, 4-ün. Deməli, 4 dənə qiymət var. 38-də baxırıq, yenə də deyir, azalandır. Azalan olması üçün kök altı ifadənin qarşısında dayanan ədəd nə olmalıdır? 0-dan kiçik olmalıdır. K kvadratı kiçik olmalıdır 36-dan.
Hansı natural ədədlər var ki 36-dan kiçik olsun? 1, 2, 3, 4 və 5 kvadrat 36-dan kiçik olsun. Deməli, bunun da 5 dənə həlli var. 39-cu suala keçirik. Yeni dövrlərlə əlaqəli bir sualdır. Deməli, uşaqlar, əsas dövrü deyir ki, 7-yə bərabərdir. T bərabərdir 7 yazırıq. Y bərabər f(x) funksiyası bütün ədəd oxunda təyin olmuş və tək funksiyadır. Tək funksiya nə deməkdir? F mənfi x-də alır mənfi fx, yəni qarşıya keçəcək. İndi 2f(11) çıx f(14) böl mənfi qarşıya keçir f(4) olur. Üstəgəl 5 bərabərdir. Nə edəcəksiniz uşaqlar? Dövrləri atacaqsınız, yəni 7-ləri atacaqsınız. 7-yə atmaq elə 7-yə bölüb qalığını da yaza bilərsiniz. Və yaxud çıx 7 yazıb o 7-ni ata bilərsiniz. Qalığa müsbət ədədlərdir deyə 7-yə bölüb qalığı yazacağım. Deməli 2f(4) qalır 7-yə böləndə qalıq. Burada f(0) qalır. Aşağıda yenə f(4) qalır. Üstəgəl 5. Bütün ədəd oxunda təyin olunmuş funksiyadırsa, bu tək funksiya olduğu üçün koordinat başlanğıcından keçəcək. Koordinat başlanğıcında da f0-da 0 alır. Deməli, bu hissə 0-a gedir. Yekunda qalır bizdə 2f(4) bölünsün f4. F4-ün mənfisi də var məxrəcimizdə. Uşaqlar, bunu unutmuruq. Baxın, yuxarıdakı mənfini də yazmalıyam. Üstəgəl 5. F4-lər gedir. 2-ni mənfi 1-ə bölürük. Mənfi 2 üstəgəl 5 bərabər olacaq 3-ə. Və 40-ı da eyni qayda ilə davam elətdiririk. 40-da fx bütün ədəd oxunda təyin olunub. Əsas dövrü 9-a bərabər olan bir tək funksiyadır. Tək funksiyası f mənfi x bərabərdir. Mənfi qarşıya keçib fx olacaq. İlk öncə bunu yazmalıyıq. Sonra bütün ədəd oxunda təyin olunmuş funksiyadırsa, bu koordinat başlanğıcından keçəcək və koordinat başlanğıcına nəzərən simmetrik olduğu üçün, koordinat başlanğıcından da keçdiyi üçün f0 bərabər 0 olacaq. 2f(14) çıxılsın f(18) bölünsün. Mənfi qarşıya keçər. Uşaqlar, bizə deyir ki, f9-a bərabərdir. Dövrü nə qədərdir? Dövrü 9-a. Mənfini qarşıya verə bilərsiniz. Mənfini qarşıya verək. Çünki tək funksiya olduğu bizə bildirilir. Üstəgəl 8. Belə. Sonra dövrləri atmalıyıq. Dövrləri atmaq, dövrə bölüb qalığı yazmaq anlamındadır. Dövrə böləndə qalıq birincidə düşür 5, ikincidə 0. Uşaqlar, və yaxud 9-ları çıxa-çıxa da gedə bilərsiniz. Məsələn, 18-dən 2 dənə 9-a çıxdınız, qaldı 0. 14-dən 9-a çıxdınız, qaldı 5. Bunlar eyni anlamdadır. Bölünsün f5, üstəgəl 8. F0-da 0 alır. 2 dənə f5-i 2f5-i bölməlisiniz mənfi f5-ə. Üstə gəlməsi 8-i. Burada f5-lər gedir. 2-ni mənfi 1-ə böləndə mənfi 2, üstəgəl 8 bərabərdir olacaq 6-ya. Deməli, 41-ci suala baxırıq. Tək funksiyadır. Fx tək funksiyadır. Gx fx-in tək funksiya olduğunu gəlin belə qeyd eləyək. Mənfi fx-ə bərabərdir. Burada deyir ki, gx funksiyası verilibdir. Necə? Gx bərabərdir 3x kubu üstəgəl 2fx şəklində. Bizə deyir f mənfi 2-də 4 olarsa c2-ni tapın. İndi c2-ni soruşursa uşaqlar, c2-ni soruşursa x-lərin yerinə harda x görürsünüzsə 2 yazmalısınız. Onda olur 3 vur 2-nin kubu üstəgəl 2 vur f2. Bu belə. Əgər bu tək funksiyadırsa, f mənfi 2-də 4 alıbdırsa, mənfi qarşıya keçər. F mənfi 2, mənfi f2 deməkdir uşaqlar. Deməli, bu o demək ki, f2-də alacaq mənfi 4. Aydındırmı? f2-lərin yerinə mənfi 4 yazacaq. Onda bizim c2 bərabər olur. 2 vur, 2-nin kubu vur 3, o edir 24. Üstəgəl 2 vur olsun, mənfi 4. Yəni 24 üstəgəl mənfi 8. Çıx 8-də yaza bilərdiniz. Cavab eləyəcək 16. Düz hesabladıq. Bəli. 42-ci sualla davam edirik.
42-də deyir ki, a bərabər mənfi 3 olduqda nə olar funksiya? A-nın yerinə mənfi 3 yazaq. F(x) funksiyası üçün yazırıq. A bərabərdir mənfi 3. Bu birinci üçün yazırıq bunu. A-nın yerinə mənfi 3 yazanda mənfi 3-ün kvadratı 9 eləyəcək. 9-dan 9 çıxanda 0. 0x kvadratına vuranda bura yox olur. A-nın yerinə mənfi 3 yazanda bura uşaqlar 9. Mənfi 3 2-yə vuranda mənfi 6 çıx 8 vurulsun x. Sonra üstəgəl A-nın yerinə mənfi 3 üstəgəl 4 bərabərdir. Deməli 9-dan 6 3, 3-dən 8 çıxanda mənfi 5x üstəgəl bir şəkildə bir funksiya alırsınız uşaqlar. Bu funksiya təkliyi cütlüyü haqqında demək olar ki, bax bu x hissəsi təkdir, amma sərbəst hissə, sərbəst hədd olan hissə həmişə cütlüyü bildirir. Funksiyanın tərkibində həm tək hissə, həm cüt hissə olduğu üçün o funksiyayı siz tək funksiyada deyə bilmərsiniz, cüt funksiyada. Bu nə tək, nə cütdür. Nə tək, nə cüt. İkinciyə baxaq uşaqlar. A bərabərdir. Mənfi 4 yazıb həll edəcəm. Mənfi 4 yazanda A-nın yerinə mənfi 4-ün kvadratı 16. 16-dan 9 çıxanda fx olacaq 7x kvadratı. A-nın yerinə 4 yazıb mötərizənin içərisində hesablayaq. Mənfi 4 yazanda 16 çıxılsın 8 çıx 8. Yəni bura sıfırlanır. Sıfırı da x-ə vuranda bu hissə 0 olur. Mənfi 4 yazanda burada 0 olur. Yəni 7x kvadratı qalır. 7x kvadratı da dərəcəsi cüt qüvvət olduğu üçün cüt funksiyanı bildirir. Cüt funksiya. Və üçüncüsünə baxırıq. A bərabər 3 olanda, gəlin buranı silim. A bərabər 3 olanda yenə 3-ün kvadratı 9. 9-dan 9 çıxanda 0. Bu hissə gedir 0-a. A-nın yerinə 3 yazanda 9. Üstəgəl 6 çıx 8. 15-dən 8 çıxanda 7x. Y bərabərdir, yəni fx bərabərdir 7x. Üstəgəl A-nın yerinə 3 yazanda 7. Yəni bura təkliyi bildirir. Çünki x-in qüvvətində 1-dir. 7 də sərbəst həddə olduğu üçün cütlüyü bildirir. Ona görə bu nə tək, nə cüt. Çünki ikisindən də var tərkibində. Nə tək, nə cüt funksiya. Nə cüt. İndi baxaq görək nələr uyğunlaşır. Birinci, nə tək, nə cüt. İkinci cüt funksiyadır. 2 cütdə A variantı 2-yə uyğundur. Biz burada tək funksiya görmədik. Sonra artan funksiya, bu qalan funksiyalara baxsaq, qrafiklərin gəlin çəkim göstərim sizə. Bu mənfi 5x üstəgəl 1 vahid yuxarıdan keçən və absis oxu ilə kör bucaq əmələ gətirən bir düz xətt olacaq. Çünki bunun k-sı mənfidir. Və bu k-sı mənfi olduğu üçün azalan funksiyadır. Azalan funksiyadır ifadəsi D variantı 1-ə uyğundur. Sonra ikinciyə baxsanız kvadratik funksiyadır. Kvadrat funksiya özdə koordinat başlanğıcından keçməlidir. Çünki x-ə 0 verində y 0 olur və bu cüt funksiya həm azalan, həm artandır. Çünki soldan siz əlinizi qoyub üzəri ilə gedəndə əliniz aşağı düşür birinci. Sonra əliniz yuxarı qalxır. Yəni bu nə olur? Funksiya birinci mənfi sonsuzluqdan 0-a qədər azalır. Sonra 0-dan müsbət sonsuzluğa artır. Və artan funksiyadır 3-ə uyğun olacaq uşaqlar. Çünki kx üstəgəl b şəklindədir və k-sı müsbət 7-dir. İti bucaq əmələ gətirəcək absis oxu ilə. Və üstəgəl 7 dediyi üçün bunu 7 vahid yuxarıdan keçirdəcəksiniz. Bu artan funksiyanı bildirir. Soldan sağa doğru əlinizi hərəkət etdirdiyiniz zaman əliniz yuxarı doğru istiqamət alır. Deməli, nə edirik? Bunu yazırıq. Artan funksiyadır B variantı 3-ə. Qaldı bizdə tək funksiyadır. Heç biri tək funksiya olmadı. Ona görə bunu sildik. X bərabər 0 düz xətti qrafikin simmetriya oxudur. Bu da 2-yə uyğun gəlir Y variantı. Fikir verin, parabolada parabolanı tən ortadan bölən düz xətt. Baxın, bu düz xəttdir. Həmin düz xəttdə Y oxu üzərindədir. Y oxu üzərində olan düz xətt x bərabərdir 0 düz xəttidir. Y variantı. Deməli, 1-ə D, 2-yə A, Y, 3-ə B uyğun gəldi. C heç bir funksiyaya uyğun gəlmir. Keçirik 43-ə.
43-cü sualla davam edirik. Təpə nöqtəsi tapılmalıdır. Parabolanın təpə nöqtəsi ilə verilmə forması A vurulsun x çıx x 0 kvadratı üstəgəl y 0 şəklində olacaq. Yəni mötərizəni sıfıra çevirən x-ə biz x0 deyirik və mötərizədən kənarda qalan ədəd isə y0 olacaq. x0, y0 da təpə nöqtəsinin koordinatını bildirir. İndi birinciyə baxırsınız, mötərizəni sıfıra çevirən ədədə baxsanız, x üstəgəl 3 sıfıra bərabər edək. Onda x-imiz olur -3, həmin x-ə x0 deyirik. Xüsusi nöqtə olduğu üçün x0 kimi işarə edirik. Y0-ın da qiyməti siz mötərizənin içərisinə 0 dediyiniz üçün uşaqlar 0-dan 2 çıxanda -2 qalır. Budur. Deməli, təpə nöqtənin koordinatı -3, -2 olacaq. -3, -2 nöqtəsi A variantındadır, verilibdir. Deməli, getdi 1-ə. 2-yə baxıraq, mötərizəni sıfıra çevirən ədədi axtarırsınız. X çıx 3-ü sıfıra çevirən ədəd x bərabər 3-dür. Buna x0 deyəcəyik. Və x-in yerinə 3 yazdığınız zaman bu hissə sıfıra çevrilir, qalır kənarda -2. Bu da y0-ı bildirir. Koordinat olaraq təpə nöqtənin koordinatı 3, -2-dir. Üçüncü suala baxsanız, yenə mötərizənin içərisini sıfıra çevirən ədədi axtarırıq. Bu x bərabər 3-dür. Bu x0 nöqtəsidir. Y0 isə buna 0 dediyiniz üçün cavabı 2 olacaq. Onda təpə nöqtənin koordinatı 3, 2 olur. Və hər birinin qrafikini gəlin sizin üçün qurum uşaqlar. Təpə nöqtənin koordinatı birincisində x-i -3, y-i -2 olan bir nöqtədir. Baxın burada x-i -3, y-i -2. Və sizdə parabola mötərizənin qarşısında müsbət işarəsi olduğu üçün və yaxud da mənfi işarə olmadığı üçün deyə bilərsiniz. Bunları silirəm. Qolları yuxarı yönələn bir paraboladır uşaqlar. Baxın belə. İkincinin qrafikini çəkim. Bu x oxudur, bu y oxu. X-i 3 olmalıdır, y-i -2. Bu artıq bu tərəfdən keçəcək. X-i 3, y-i -2. Yenə qolları yuxarı yönələn bir parabolamız var bizim. Çünki mötərizənin qarşısında mənfi yoxdur. Amma üçüncü qrafikimizə baxaq. Mötərizənin qarşısında mənfi olduğu üçün qollar aşağı olacaq. X-i 3, y-i -2 yox, müsbət 2-dir. X-i 3, y-i 2. Bax, bura 3, bura 2 yazırıq və qolları aşağı yönələn bir parabola çəkməliyik. Hər hansı bir parabola çəkdim. İndi biz OY oxunu kəsmə nöqtəsində hətta tapmalıyıq uşaqlar. OY oxunu kəsmə nöqtələrindən də gedir söhbət. Elə üçüncüdən başlayaq. OY oxunu kəsmə nöqtəsini tap deyirsə, x-ə 0 verməlisiniz. X-ə 0 verəndə üçüncüdə yazıram. Mötərizənin içərisi -3, kvadratı 9, eləyir -9, üstünə də 2 gələndə -7. Bəli, y oxunu 0, -7 nöqtəsində kəsəcək. Belə bir qrafikdir. Deməli, y variantı 3-ə uyğundur. Təpə nöqtənin koordinatlarını yazmadıq. 3, 2 nöqtəsi. 3, -2. D variantı uyğundur 2-yə. Deməli, y-ni uyğunlaşdırdıq, bir də a-nı. Artma azalma aralıqlarından danışır. Funksiyanın artma azalma aralığı bunun x0-na görə təyin olunur uşaqlar. Bizə deyir ki, 3 müsbət sonsuzluqda artır. İndi baxaq. Baxın, 3 müsbət sonsuzluqda artan bu ikinci qrafikdir. Çünki siz əlinizi sol tərəfdən qrafikin üzəri ilə aparsanız, birinci əliniz aşağı düşür, 3-ə qədər aşağı düşəcək. 3-dən başlayıb əliniz yuxarı qalxır. Yəni 3 müsbət sonsuzluqda bu artır. B variantı uyğundur 2-yə. Amma üçüncüyə baxsanız, sol tərəfdən başlayırsınız, yenə qrafikin üzərindən gedirsiniz, gördünüz əliniz yuxarı qalxır. Amma 3-dən başlayaraq 3-dən müsbət sonsuzluğa doğru getdikcə sizin əliniz aşağı düşür. Deməli, 3 müsbət sonsuzluqda azalır. C variantı uyğundur 3-ə. Müsbət sonsuzluq x-i bildirir. Yəni, x-in qiymətləri artdıqca sizin əliniz aşağı düşür. Funksiya azalır deməkdir. 44-cü suala baxırıq. Birinciyə baxırıq uşaqlar. A-nın yerinə -4 qoymalıyıq. Onda fx olur. A-nın yerinə -4 qoyanda -4-ün kvadratı 16 çıx 16x kvadratı.
Çıx A-nın yerinə mənfi 4 yazanda mənfi 4 çıx 3x, üstəgəl A-nın yerinə mənfi 4 yazanda 16, üstəgəl 4 çıx 12. Və sadələşəcək. 16 çıxanda bura 0-a gedir. Qalır mənfi 7. Qarşısında da mənfi var. 7x və sağ tərəfə baxaq. 20-dən 12 çıxanda 8. Belə bir qrafik alırıq. Funksiya alırıq. İkinciyə baxırıq. Fx bərabərdir. A-nın yerinə 3 yazacağım. A-nın yerinə 3 yazanda 3-ün kvadratı 9 çıx 16 vur x kvadratı çıx. A-nın yerinə 3 yazdım. 3 çıx x. Üstəcə A-nın yerinə 3 yazanda 9 çıx 3 çıx 12. 9 çıx 3 çıx 12. Sadələşdirək. 9-dan 16 çıxanda mənfi 7x kvadratı. Bu hissə getdi 0-a. 9 çıx 3 6. 6-dan da 12 çıxanda mənfi 6 olacaq. Belə bir funksiya aldıq və üçüncüyə baxırıq. A-nın yerinə 4 yazırız. Bu səfər 4-ün kvadratı 16. 16 çıx 16. Vur x kvadratı çıx. 4 çıxılsın 3 vur x. Üstəgəl A-nın yerinə 4 qoyanda 16 çıx 4 çıx 12. Bu hissə getdi 0-a. Uşaqlar, bu hissə də getdi 0-a. Əlimizdə qaldı bir dənə mənfi x. Mötərizənin içə 1 edir. Qarşısında mənfi var, mənfi x. İndi bunların cütlüyü və təhliyi araşdırılmalıdır. 7x-ə baxsanız uşaqlar, 7x hissəsi təkliyi bildirir. Çünki x-in qüvvəti 1-dir. Sərbəst tək cütlüyü bildirir. Bir funksiyanın tərkibində həm cüt hissə, həm tək hissə varsa buna nə tək, nə cüt deyirik. Çünki heç birindən deyil. Qarışıqdır. İkincisinə baxırıq. X kvadratı var, cütdür. Çünki qüvvəti cütdür. Sərbəst təddin cüt olduğunu həmişə demişik. Ancaq cütlərdən ibarət olduğu üçün funksiya cüt funksiyadır. Üçüncü, bu x üstü 1 sayılır. Tək funksiyadır. Çünki qüvvəti tək bir ədəddir. İndi cüt funksiyadır sözü A variantı uyğundur 2-yə. Artan funksiyadır. Artan funksiya burada 1-ə uyğundur. Gəlin qrafikində quraq burada. 7x üstəgəl 8 deyir uşaqlar. Deməli, B variantı 1-ə uyğundur. Deməli, bunun K2 üstəgəl B şəklindədir. K-sı müsbət, B-si müsbətdirsə, sizdə qrafik K müsbətdirsə, X oxu ilə müsbət istiqaməti ilə iti bucaq əmələ gətirməli və B müsbətdirsə, yuxarıdan keçməli idi. Belə bir qrafikdir. Sol tərəfdən siz əlinizi götürüb qrafikin üzərindən aparsanız, görəcəksiniz əliniz yuxarı qalxır və yaxud x-in qiymətlərini artırdıqca funksiyanın da qiymətlərinin artdığını görəcəksiniz. Deməli, bu funksiya artandır. Mən hansı variantları yazdım? A-nı və B-ni. Tək funksiyadır. 3-ə C gedəcək. Sonra uşaqlar. X bərabər bir düz xətdir. Qrafikin simmetriya oxudur. Burada elə bir şey yoxdur deyənə yazmırıq. X bərabərdir bir düz xətdir. Simmetriya oxudur. Yox, heç bir qrafika uyğun gəlmir, yazmırıq. Nə tək, nə də cüt funksiyadır. O da 1-ə uyğun gələcək Y variantı. 45-ci sualla davam edirik. Uşaqlar, artma, azalma aralığını soruşur. Artma, azalma aralıqları M-ə görə təyin olunur. 45. M, yəni x0, bəzi ədəbiyyatlar M deyir, bəzisi x0 deyir. Yəni təpə nöqtənin absisinə görə. Bunun düsturu necə idi? Mənfi B böl 2A. Hamısında mənfi B bölünsün 2A-nı tapmalıyıq. Deməli, artma, azalma və OX oxunu kəsib kəsməməyi haqqında danışmalıyıq uşaqlar. Deməli, birincisinə baxırıq. Birinci funksiya fx bərabərdir. 2x kvadratı çıx 8x üstəgəl 1-dir. Deməli, bunun x0-ını tapmaq üçün mənfi, B-miz mənfi 8-dir. Onu əksinə götürməliyik. Ona görə bu müsbət 8 olur. Bölünsün 2 vur A, yəni 2. Bu eləyəcək 2. Y0 da gəlin tapım. Y0-ı tapmaq üçün x-in yerinə 2 yazıb hesablayaq. 2 vur, 2-nin kvadratı çıx 8 vur 2 üstəgəl 1. Deməli, 8 çıx 16 mənfi 8 üstünə də 1 gələndə mənfi 7. Parabolanı çəkək. Mən ətraflı izah edirəm ki, tam başa düşəsiz uşaqlar. Yəni, siz çəkməyə də bilərsiniz, amma tam başa düşün deyə mən izah edəcəm bunu ətraflı formada. Y0 mənfi 7-dir, x0 2-dir. Sizdə parabola qolları yuxarı yönələn bir paraboladır və x-ə 0 verəndə, x-i 0 verəndə cavab 1 alınır deyə
Y oxunu 1-də kəsən. Baxın, belə bir parabolamız olacaq. Y oxunu bir nöqtəsində kəsən və qolları yuxarı gedən bir paraboladır. Mən hamısını çəkəcəm. Ondan sonra uşaqlar uyğunlaşdırmaları eləyəcəm. İkinci funksiya fx bərabərdir mənfi x kvadratı üstəgəl 5x şəklində verilibdir. Deməli, bu x0'ı tapsam mənfi b, yəni mənfi 5 bölünsün 2 vurulsun a, a mənfi 1'dir. Bu eləyəcək 5 bölünsün 2. Fx0'ı tapmaq istəyiriksə, x'in yerinə 5 bölü 2 yazanda kvadratı 25 bölü 4, amma qarşısında mənfi var. Üstəgəl 5'i 5 bölü 2'yə vuranda 25 bölü 2. Və ortaq məxrəc 4'dür. 4'ə gətirsəniz bu 2'yə vurulmalıdır. 50'dən 25 çıxanda 25. 4'də 25. Deməli, mən bunun təpə nöqtəsini harada götürməliyim? Bu 2'də 5, 2,5 deməkdir. Bu isə 6,25 deməkdir. X və Y müsbət olan, amma qolları aşağı yönələn bir parabolamız var uşaqlar. Qolları aşağı yönələn bir paraboladır. Və koordinat başlanğıcından keçəcək. Çünki x-ə 0 verəndə y-in də cavabı, yəni f2-in də cavabı 0 olur. Belə bir parabolamız var. Deməli, 2,5, 6,25. Və keçək 3-cü suala. Fx bərabərdir x kvadratı çıxılsın 3. Bu artıq hazır formada verilib. M-i tapa da bilərsiniz. M yazmayayım da x0 yazım, siz çaşdırmayaq. Mənfi b bölü 2a. Bunun b'si yoxdur, yəni x-i yoxdur. X yoxdursa demək ki, x-i 0'dır. Ortada x 0 vur x kimi düşünə bilərsiniz. Ortadakı həddi. Y0'ımızın da cavabı x-in yerinə 0 qoyunda mənfi 3 olacaq. 0 mənfi 3 nöqtəsindən keçən və qolları yuxarı yönələn bir paraboladır. İndi başlayırıq bunları uyğunlaşdırmağa. Bizə deyib ki, birincidə 2 müsbət sonsuzluqda artır. Bu 1'ə uyğundur. Baxın, 2'dən müsbət sonsuzluğa doğru artacaq qrafikiniz. Artma, azalma x0 nöqtəsinə görə təyin olunur. Əliniz 2'dən sağa doğru getdikcə yuxarı qalxacaq. Deməli ki, müsbət sonsuzluqda artır. A variantı 1'ə uyğundur. 0 müsbət sonsuzluq aralığında artır. 0 müsbət sonsuzluq aralığında artan, bax, 3-cü qrafikimizdir. Baxın, bu birinci azalır buradan bura qədər. Bu 0 yazdığım x-i 0'dır da, bu nöqtənin x-i 0'dır, y-i mənfi 3'dür. Biz artma azalmanı x-ə görə təyin edirik, yəni bu nöqtənin x-i 0'dır. Bu gəlir birinci bu hissəyə qədər azalır, sonra başlayır buradan özü yuxarı qalxır. Yəni x 0 olan nöqtədən x-in qiymətləri artdıqca sizin əliniz yuxarı qalxır. Yəni parabolanın qiymətləri çoxalır, yəni funksiya artır. Deməli B variantı 3'ə uyğundur. Sonra deyir, mənfi sonsuzluqdan 2 aralığında azalır. Mənfi sonsuzluq 2 aralığında azalan birincisidir B variantı. Baxın, mənfi sonsuzluq sol tərəfdir. Sol tərəfdən doğru əlinizi soldan sağa doğru aparanda əliniz aşağı düşür. Hara qədər? 2'yə qədər. İkisi 2 olan nöqtəyə qədər. C variantı hansını yazdıq? B yox, uşaqlar, daha doğrusu C. Mənfi sonsuzluq 2'də. C variantı. Demək, A-nı, B-ni, C-ni uyğunlaşdırdıq. Qrafik OX oxunu kəsmir. OX oxunu bizdə hamısı kəsdi uşaqlar. 3 qrafik çəkmişəm. 3'ü də OX oxunu kəsibdir. Yəni bu heç birinə uyğun deyil. Mənfi sonsuzluq 2,5 aralığında artan isə 2'yə uyğundur Y variantı. Baxın, mənfi sonsuzluq sol tərəfdən əlinizi qoysanız 2,5'ə qədər arta gedəcək qrafik. Mənfi sonsuzluq 2,5 aralığında artır Y variantı. Yeni də yazmışam. Deməli 1'ə AC, 2'yə Y, 3'ə B uyğun gələcək. Keçirəm 46-cı suala. 46'da eyni qaydada yazırıq. Uşaqlar, artma və azalma aralıqlarını soruşur deyə hər birinin x0'ı təyin olunmalıdır. x0 birinciyə baxaq. Mənfi B böl 2A düsturu ilə hesablanır. Bizdə B deyəndə x-in əmsalı nəzərdə tutulur. Əksinə götürəcəyik mənfi B dediyi üçün. 2 vurulsun A da x kvadratının əmsalıdır. Birincisində 1'dir. Baxın, bu 1'dir. A-nı bildirir, B-ni bildirir. Deməli olacaq bu 1. x0 1'dirsə y0'a da baxaq. X kvadratı çıxılsın 2x-də, x-in yerinə 1 yazırıq. 1'in kvadratı çıx 2 vur 1 bərabərdir mənfi. Quraq.
Qrafiki quranda x1, y -1 burada düşəcək, təpə nöqtə. Və belə bir qolları yuxarı yönələn parabola olacaq. Parabola ilk öncə soldan sağa doğru əlinizi hərəkət etdirdikdə görürsünüz azalır. Sol mənfi sonsluq deməkdir. Mənfi sonsluqdan 1-ə. Artma azalma aralıqları x0-a görə təyin olunacaq. Burada azalır. Sonra 1-dən başlayıb sağa doğru getdikcə əliniz yuxarı qalxır. Yəni funksiyanın qiymətləri artır. Deməli artır. Buna hansı uyğundur? Mənfi sonsuzluq 1-də azalır, 1 müsbət sonsuzluqda artır. A və D variantları uyğundur. Keçirəm ikinci suala. İkincisini. F x verilibdir bizə. Mənfi x kvadratı. Üstəgəl 2x çıxılsın 1. x0-ı ilk öncə tapmalıyam. Mənfi b bölü 2a düsturu ilə hesablanır. Mənfi 2 bölünsün 2 vur mənfi 1. Eləyəcək 1. Deməli, y0-ı tapmaq üçün aparıb x-in yerinə 1 yazırsınız. 1 yazanda mənfi 1 üstəgəl 2 çıx 1 bərabərdir 0 olur. Parabolanın təpə nöqtəsini götürsəniz, x-i 1, y-i 0 olan nöqtə, amma qolları aşağı yönələn bir parabola olacaq. Artma aralığına baxsanız, sol tərəfdən əlinizi qoyub qrafikin üzəri ilə geçsəniz, birinci əliniz yuxarı qalxır. Yəni, funksiya soldan 1-ə qədər. Sol mənfi sonsluq deməkdir. Mənfi sonsuzluqdan 1-ə qədər. Düz yazdıq burada hər şeyi. Mənfi sonsuzluqdan 1-ə qədər artır. Mənfi sonsuzluq 1 artır. Artır. Sonra 1-dən başlayır müsbət sonsuzluğa doğru azalır. Əliniz aşağı düşdüyü üçün. 1-dən sağ tərəfdə müsbət sonsuzluğu bildirir x oxunda. X oxu üzrə təyin edirik. Azalır. Deməli, Y variantı buna uyğundur. Sonra üçüncüyə baxırıq uşaqlar. Üçüncü, yenə də x0-ı tapırıq. Mənfi b bölünsün 2a düsturuna əsasən. Mənfi b 4-dür. 2 vurulsun 1, 2. y0-a baxırıq. X-in yerini 2-ni yazanda 2-in kvadratı 4. 4 vur 2 üstəgəl 5. Mənfi 4-ün üstünə 5 gələndə 1. Parabolanın təpə nöqtəsi 2, 1 nöqtəsində keçir və qollar yuxarı yönələn paraboladır. X-i 2, y-i 1. Bizdə parabolanın artma azalma aralığı x oxuna görə təyin olunur. Birinci baxsanız bu mənfi sonsuzluqdan, yəni sol tərəfdən. Soldan əlinizi qoyub baxmalısınız. Mənfi sonsuzluqdan 2-yə qədər azalır. Azalır. Amma 2-dən baxsanız, yuxarı qalxır əliniz, sağ tərəfə getdikcə. Sağ tərəfin də adı nədir? Müsbət sonsuzluq. X oxu üzərindən baxırsınız, artır. Baxaq görək buna hansı uyğundur? Mənfi sonsuzluq 2 aralığında azalır, yəni C variantı uyğundur. Biz yeni də yazdıq. Mənfi sonsuzluq, müsbət sonsuzluqda azalan funksiya heç birinə uyğun gəlmir. Parabola müəyyən bir aralıqda artacaq, müəyyən bir aralıqda azalacaq. Yəni həmişə azalmır ya da həmişə artmır. Və keçirik növbəti sualımıza. 47-də nə deyir? 47, 1, 2, 3. Baxaq görək nələr tələb olunur. Tək funksiyanın qrafiki. Tək funksiyanın qrafiki koordinat başlanğıcına nəzərən simmetrik olmalıdır. Tək funksiyadırsa f mənfi x bərabərdir mənfi fx şərti ödənməlidir. Bu 2-yə uyğundur. A variantı 2-yə gedir. Tək funksiyadır. Çünki 2-də 8 alır. Baxın, f 2-də 8 alıb. Mənfi 2-də isə mənfi 8 alıb. Bu ədədlər bir-birinin nə idi? Əksi. Əksi. Əksi olarsa tək funksiya olacaq. B variantda deyir ki, x kvadratı bu şəkildədir. Bəli, x kvadratının qrafikidir 1. Y bərabərdir x kvadratının qrafiki. B variantı uyğundur 1-ə. 2-nin kvadratı 4, 1-in kvadratı 1, 0-ın kvadratı 0, mənfi 1-in kvadratı 1, mənfi 2-nin kvadratı 4. Cüt funksiyanın qrafiki ola bilər, elə 1-ə uyğundur, cüt funksiyadır. Çünki y oxuna nəzərən simmetrikdir. Sağ və sol tərəfdə yan-yana duran hissələr eynidirsə cüt funksiyadır. C variantı yenə 1-ə uyğundur. Nə tək nə cüt funksiyanın qrafikidir 3-ə uyğundur D variantı. Çünki bu əgər cüt funksiya olsaydı,
bu hissəsi belə gəlirdisə, belə simmetrik, y-ə simmetrik olaraq davam eləməli idi, eləməyib. Tək funksiya olsaydı, əgər bu hissə belə gəlirsə, koordinat başlanğıca nəzərən simmetrik davam etməli idi, etməyib. Həm də ki, əks ədədlər verəndə, məsələn, 2 verəndə 4 alıb, mənfi 2 verəndə 2 alıb, bir-birindən əlaqəsiz ədədlər alıb. D variantı 3-ə getdi. Y bərabər x kubunun qrafikidir, o da 2-yə gedir Y variantı. 2-nin kubu 8, 1-in kubu 1, 0-ın kubu 0, mənfi 1-in kubu mənfi 1, mənfi 2-in kubu mənfi 8 şəklində olacaq. 48-ə baxaq. 1, 2, 3. Deyək ki, modul funksiyanın qrafiki ola bilər yox, modul funksiyanın qrafiki də elə ikinciyə A variantı gedir. Modul x-in qrafiki V şəklində olacaq, yadınızda saxlayırsınız. Nə tək, nə cütdüsə heç bir simmetriyası olmamalıdır, bu 3-ə uyğundur. Nə tək, nə cüt, B variantı 3-ə. Simmetriyası yoxdur uşaqlar, cüt olmaqdan ötürü belə olmalı idi. Tək olmaq lazımdırsa sizə, əgər bu qrafik bu formada gəlibsə, belə davam eləməli idi və yaxud buradan düz xət kimi gedibsə, düz xət kimi davam etməli idi. Heç bir simmetriya yoxdursa, deməli nə təkdir, nə də cüt. Tək funksiyanın qrafiki ola bilər, koordinat başlanğıca nəzərən simmetrik olmalıdır. Bəli, kəsr funksiya 1, C variantı 1, üz-üzə dayanan rüblər, baxın, koordinat başlanğıca nəzərən simmetrikdir. Kəpənəyin qanatları kimi üst-üstə düşür, amma koordinat başlanğıca nəzərən. Deməli, cüt funksiyanın qrafiki ola bilər, D variantı 2-yə uyğundur. Modul funksiya cüt funksiyanın qrafikidir, çünki y-ə nəzərən simmetrikdir. Yan-yana duran rüblərdəki hissələr eynidir, qatlayanda üst-üstə düşür. 1/x-in qrafiki də bu qrafikdir uşaqlar. Y variantı, qrafikləri əzbər formasını bilməlisiniz. 49 və 50-ci suallarımız qaldı. 49 deyir ki, funksiya artandır. Funksiya həmişə artandır, A variantı uyğundur 3-ə. Qrafikin gəlin çəkim göstərim. 1, 2, 3. Hər birinin qrafikini çəkəcəm uşaqlar. Birinci x kvadratı funksiyasıdır. Kvadrat funksiya koordinat başlanğıcından keçib qolları yuxarı yönələcək. Çünki 0 verəndə x-ə cavab 0 olur. X kvadratın əmsalı müsbətdir deyə koordinat başlanğıcından keçir. Bu funksiyaya siz artma, azalan funksiya deyə bilmərsiniz. Bu müəyyən bir aralıqda azalır ilk öncə, sonra artır. Amma siz ikinciyə baxaq. Üçüncüyə baxsanız, biz 3-ə A yazdıqda 3 həmişə artacaq. Gəlin 3-ün qrafiki rahatdır. Birinci 3-ü qurum. X kubunun qrafiki belə bir qrafikdir. Bunu yazın, dəftərinizdə olsun forması. Həmişə artır, fikir verin, sol tərəfdən əlinizi qoysanız, üzəri ilə gedəndə əliniz həmişə dayanmadan yuxarı qalxacaq. Deməli, A-nı tapdıq. Sonra biz 2-nin də qrafikinə baxaq da, uşaqlar, kökü 0-a çevirən x-imiz 1-dir. X-ə 1 verəndə də cavab 0 olur. Amma sizin normalda kök qrafiki budur, amma qarşısında mənfi olduğu üçün aşağıya doğru gedəcək. Belə. İndi f(x) funksiyasının qrafiki 1,0 nöqtəsindən keçir. Həqiqətən də 1,0 nöqtəsindən keçdi. X-ə 1 verəndə cavabı 0 oldu. Deməli, bu 2-yə aiddir B variantı. A-nı, B-ni yazdıq. f(x) funksiyası azalan funksiyadır. Elə 2-yə uyğundur. C variantı da baxın, soldan sağa doğru yazı yazdığımız istiqamətdə əlinizi aparsanız, əliniz aşağı düşdüyünü görəcəksiniz. C variantı 2-yə uyğundur. Funksiyanın qrafiki ordinat oxuna nəzərən simmetrikdir. D variantı 1-ə uyğundur. Şəkildən də görünür. Cüt funksiyadır. Cüt funksiyanın qrafiki ordinat oxuna nəzərən simmetrikdir. 0,2 nöqtəsindən keçir. Demək istəyir ki, x-in yerinə 0 qoyanda cavab 2 alınsın. X-in yerinə 0 qoyanda cavab 1-də alınmaz. 2-də 0 qoya bilmərsiniz. Çünki kökün içərisi mənasız olur. 3-də də 0 qoyanda cavab 0 alınır. Deməli, buna heç nəyə yazmırsınız. Və son olaraq 50-ci sual. f(x) və g(x) funksiyaları cütdür, p(x) və q(x) təkdir. f(x) cütdürsə, o deməkdir ki, f mənfi x yazısı f x-ə bərabərdir. g(x) cütdürsə, g mənfi x bərabərdir g x-ə. Bunlar cütlüyü bildirir.
cütlər mənfini udurdu. İndi px-lərə baxaq, bir də qx-lərə baxaq. Bunlar isə tək funksiya. Tək funksiya mənfini qarşıya verirdi uşaqlar. Verdi qarşıya. Demək, bunlar tək funksiyadır. Sonra görək nə edirik? Bizə deyib ki, f mənfi 5-də 3 alır. F mənfi 5-də 3 alırsa, o demək ki, f 5-də də 3 alacaq. Çünki onlar bir-birinə bərabər olmalıdır. Sonra c mənfi 7-də 4 alır. C mənfi 7 elə c 7-yə bərabər olduğu üçün bu da 4 olacaq. Axı, bunlar cüt funksiyalar idi. P 4-ü özü veribdir. 3, onda p mənfi 4, mənfi qarşıya keçəcək tək funksiya olduğu üçün mənfi 3 olacaq. Q mənfi 2-də mənfi 3 alır. Mənfi qarşıya keçəndə mənfi Q2 bərabərdir. Mənfi 3, onda mənfiləri aparsanız Q2 bərabərdir 3 alacaq. Bunlardan istifadə edəcəyik. Bizə deyir F5. F5-i nə tapmışıq? 3. Vurulsun C7. Nə tapmışıq? C7'nin. C7'nin cevabı 4 değil uşaqlar, 8'dir. Mən 4 o birisindəki 4'ü görüb yazmışam yəqin. C7 8'dir. P mənfi 4'də aldı mənfi 3 və keçdi aşağı Q2'də aldı müsbət 3. 24'dən 3 çıxanda 21/3 cavab oldu 7. Və bununla da funksiyanın 3-cü başlığını izah etdim sizin üçün. 4-cü bölməni yəqin ki, bu günlərdə izah edəcəm. Video sizə dəstək oldusa, öyrənməyinizə səbəb oldusa, abunə olmağı, bəyənməyi və rəy bölməsində fikirlərinizi bildirməyi unutmayın. Hələlik.